Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed və acil əleykel fərəc. Esselamu aleykum və rahmetullah. Əziz və dəyərli izləyicilər, ilk öncə çox uzun müddətdir ki, kanalımızda video paylaşa bilmədiyimiz üçün siz əzizlərdən üzrxahlıq edirik. Müxtəlif iş və öhdəliklər səbəbilə bu uzun müddət ərzində yeni videolar paylaşmaq bizlərə təəssüflər olsun ki, müyəssər olmadı. Amma Allah təbarək və təalanın izni ilə bundan sonra mütəvadi olaraq çalışacağıq ki, sizlər üçün yeni, faydalı və maraqlı videolar paylaşaq. Bugünkü mövzumuz isə 2 il bundan əvvəl Ramazan ayında ortaya atılmış və möminləri dərin bir çaşqınlığa salmış bir məsələ barəsindədir. Söhbət mübarək Ramazan ayında heç bir zərurət olmadan səfərə çıxmağın caiz olub-olmamasından gedir. Bu məsələni gündəmə gətirərək möminlərin zehinlərini çaşqınlığa salanlar bunun haram olduğunu iddia etmişlər və onların iddiasına əsasən məzhəbimizin demək olar ki, bütün alimləri ki, bu məsələ barəsində caizdir fətvasını vermişlər, onların iddialarına əsasən məzhəbimizin demək olar ki, bütün bu alimləri xəta və səhv etmişdilər. Və onlar bu iddialarını sübut etmək üçün həmin ildə 8 hissəlik video çıxış hazırlamışdılar. Lakin bu 8 hissəlik videolarda onlar öz iddialarını sabit edə bilməmişdilər. Öz iddialarını sübut edə bilmələri bir qırağa qalsın, heç bu cür mövzularda yetərli şəkildə elmlərinin olduğunu belə sübut edə bilməmişdilər. Həmin videolarda onlar yalnız bir məsələni sübut edə bilmişlər. O da budur ki, onlar doğrudan da bu cür fikri mövzularda danışmaq üçün yetərli şəkildə elmə sahib deyirlər. Onların həmin video çıxışlarının nəticəsində sübut edə bildikləri bir tək şey həmin bu olmuşdur. Ki onlar bu cür fikri mövzularda danışa bilmək üçün yetərli şəkildə elmə sahib deyirlər. Söhbətimizin əsas hissəsinə keçməzdən öncə şəxsən mənim özümü düşündürən bir sualı ünvanlamaq istərdim həmin şəxslərə. Fərz eləyək ki, siz bu cür məsələlərin həqiqi əhlisiniz və şəri hökmləri istinbat edə bilmək üçün, yəni dəlilləri mənbələrdən, Quran və sünnədən ələ gətirə bilmək üçün yetərli bir elmə sahibsiz. Düzdür, həmin videolarda söylədiklərinizdən də, danışdıqlarınızdan da məlumdur ki, bu belə deyil. Yəni, bu cür bir elmə sahib deyilsiz. Amma təsəvvür eləyək ki, belə bir səviyyədə elmə sahibsiz. Burada məni düşündürən məqam budur ki, bu cür mövzulardan, yəni bu cür mürəkkəb mövzulardan dərin bir anlayışı olmayan sadə insanların qarşısında belə bir məsələni qaldırmağın nə hikməti var? Nə əsası var? Nə əhəmiyyəti var bu cür mövzulardan danışmaq? Siz orada hər nə cür dəlil gətirsəniz də, heç kim sizə elmi bir etiraz edə bilməyəcək. Bu təbii bir məsələdir. Çünki dinləyiciləriniz həmin sahədə lazımi biliyə sahib deyirlər. Məgər görmüsünüz ki, hansısa bir fəqih, xüsusilə əksər fəqihlərin fətvalarına zidd olan bir hökmü isbat edərkən, dini savadı olmayan ümumi kütlənin qarşısına çıxsın və bu barədə dəlillər sadalayaraq silsilə mühazirələr təqdim eləsin. Görmüsünüz heç belə bir şey? Fəqih bu cür məsələləri özünün xaric dərslərində fəqihlik mərtəbəsinə çatmış alimlərin hüzurunda müzakirə edir ki, həm onların gətirdiyi dəlillər düzgün anlaşılsın, həm də ortaya çıxan elmi iradlar dərhal dilə gətirilsin, müzakirə edilsin. Amma siz dini təhsili olmayan insanların qarşısında belə bir mübahisəli mövzunu açmaqla nəyi sübut edirsiniz və kimə sübut edirsiniz? Həmçinin həmin çıxışlarınızda gizlədilmiş məsələlər ifadəsini işlədərək məzhəbin böyük fəqihlərini dolayısı da olsa ittiham etməklə möminlərin qəlblərinə əsassız şübhələr salmağınızın adı nədir? Bu cür hərəkət, bu cür bir əməl insanları çaşdırmaqdan, çaşqınlığa salmaqdan başqa nəyə xidmət edir? Şəri hökmləri istinbat eləmə səriştəsi olmayan bir şəxsin insanların qarşısında oturub Ramazan ayında heç bir zərurət olmadan səfər etmək haramdır, amma Sistani ağa deyir ki, olar kimi ifadələr işlətməsi təkcə möminləri çaşdırmaqla qalmır, həm də onların zehnində Ayətullah Sistani kimi əzəmətli və dərin elm sahibi olan bir fəqih haqqında mənfi təsəvvürlər yaradır. Bu əməli, bu hərəkəti hansı yönə yoxsanız da bəraət qazandırılası, bəraət qazandırıla biləcək bir əməl deyil. Lakin biz öz növbəmizdə ümid edirik ki, bütün bu yanlışlıqlar, bütün bu xətalar məqsədyönlü şəkildə baş verməmişdir. Biz hüsnü zənn edirik buna. Sadəcə həmin iddiaçı tərəfin öz elmi səviyyəsi barədə həddən artıq yüksək təsəvvürə qapılmasından irəli gəldiyini düşünürük. Odur ki, Allah təbarək və təala hər birimizə özümüzü həqiqi mənada tanıya biləcək bəsirət nəsib eləsin ki, bu cür ciddi xətalardan uzaq olaq. Əziz və dəyərli izləyicilər, fəqihlərimizin verdikləri fətvaların dərin dəlilləri onların müfəssəl kitablarında və ya xaric dərslərində ətraflı şəkildə izah olunur.
Və bu mövzunu ortaya atanların əsl vəzifəsi isə əlbəttə ilkin vəzifələr ümumiyyətlə bu mövzuya toxunmamaq idi. Çünki insanın elmi çatmadığı sahədə danışması və fətva verməsi mötəbər hədislərimizdə də, Quran və sünnədə də ciddi şəkildə qınanmışdır. Lakin fərz eləsək ki, doğrudan da belə bir elmi səviyyəyə malikdirlər. Və həmin halda vəzifələri bu idi ki, əvvəlcə həmin fəqihlərin öz fətvalarına gətirdikləri dəlilləri bir-bir aydın şəkildə təqdim etsinlər. Sonra isə həmin dəlillərin yetərsiz olduğunu elmi şəkildə dəlillərlə sübuta yetirsinlər. Elmi üslub hər bir elm əhlinə məlumdur ki, şübhəsiz ki, bunu tələb edir. Lakin təəssüflər olsun ki, iddiaçı tərəf buna əməl etməmişdir. Əlqərəz, indi isə keçək əsas mövzumuza. Dediyimiz kimi bu məsələni ortaya atanlar 2 il bundan əvvəl bu barədə 8 hissədən ibarət geniş çıxışlar hazırladılar və biz bu video materialı ərsəyə gətirməzdən öncə həmin çıxışların hamısını əvvəldən axıra qədər diqqətlə dinləmişik. Bunu xüsusi vurğulayırıq ki, sonradan kimsə əvvəlcə gedin o çıxışları dinləyin, sonra gəlib danışın kimi ifadələr işlətməsin bizə qarşı. Bəli, biz onların bütün dəlillərini dinləmişik və nə qədər üzücü olsa da bunu deməliyik ki, hər dəqiqə keçdikcə, hər dinlədikcə onların bu sahədə, bu cür fikri mövzularda yetərli elmə sahib olmadıqlarına bir daha əmin olmuşuq. Onlar ki, bu mövzuda dəlillər gətiriblər öz iddialarını sübut etmək üçün, gətirilən bəzi dəlillərin mövzu ilə ümumiyyətlə əlaqəsi yoxdur. Bəziləri dinləyiciyə düzgün çatdırılmır, bəzi mətləblər isə hətta iddiaçı tərəfin özü belə düzgün anlamayıb. Biz burada onların gətirdiyi hər bir iddiaya toxunmayacaq əlbəttə ki və buna ehtiyac da görmürük. Yalnız onların əsas səhvlərini qeyd edəcəyik və fəqihlərin əsas istinad etdiyi dəlilləri də Allah təbarək və təalanın izni ilə bəyan edəcəyik. Elə bu qədəri düşünürük ki, onların necə kobud xətalara yol verdiyini anlamağa, göstərməyə kifayət edər. İlk öncə söhbətimizin qısa icmalını təqdim edirik. Belə ki, bəhs edəcəyimiz mətləblər bunlardır. 2 mətləb olacaq. 1. Bu mövzu barədə alimlərimizin rəyi. 2. Məsələnin dəlilləri. Bəli, söhbətimiz əsasən həmin bu 2 mətləb üzərində qurulacaq. İlk öncə gəlin alimlərimizin bu mövzudakı rəyi ilə tanış olaq. Ta qədimdən bu günə qədər şiə fiqhində məşhur nəzər budur ki, heç bir zərurət halı olmadan və hətta oruc tutmamaq niyyəti ilə olsa belə Ramazan ayında səfər etmək icazəlidir. Düzdür, bu əməl bəyənilmir. Düzdür, bu əməl məkruhdur, amma icazəlidir. Yəni bir şəxs heç bir səbəb olmadan Ramazan ayında səfərə çıxarsa, haram bir iş görmür. Həmin günlərin qəzasını tutması vacib olsa da, bu əməli etdiyinə görə bir günah qazanır. Bəli, ümumi olaraq bu məsələ barəsində məzhəbimizin alimlərinin məşhur rəyini, nəzərini bilmək üçün ilk öncə gəlin müraciət edək bu kitaba. Bəli, baxırıq bu kitaba. Kitab Mir'atul Uqul, müəllif, məşhur şiə alimi, fəqihi, mühəddisi Əllamə Muhammed Baqir Məclisi, Əl-Cüz'us Sadis Aşər, 16-cı cild. Gəlirik bu kitabın 325-ci səhifəsinə. İlk öncə bu məlumatı verim ki, Mir'atul Uqul kitabı Əllamə Məclisi rəhmətullah təala aleyhin, yəni qarşınızda olan bu kitab Şeyx Kuleyni rəhmətullah təala aleyhin Əl-Kafi kitabına yazılmış şərhdir və gördüyünüz bu xəttdən yuxarıdakı hissə Əl-Kafi kitabının mətnidir. Yəni bu hissə Əl-Kafi kitabının mətnidir. Xəttdən aşağıdakı hissə Əllamə Məclisi rəhmətullah təala aleyhin Əl-Kafi kitabının mətninə verdiyi şərhdir. Və hal-hazırda biz oxuyacağımız hissə bu hissədir. Yəni bu hissədən oxuyuruq. Əllamə Məclisi rəhmətullah təala aleyh qeyd edir ki, "Vəl-məşhur beynəl-əshab cəvazus səfəril-mubah ələ kərahiyyətin." Alimlərimiz arasında məşhur nəzər bundan ibarətdir ki, mübah səfər etmək, yəni Ramazan ayından söhbət gedir, mübah səfər etmək, yəni heç bir zərurət olmadan səfər etmək caizdir, məhkruh olaraq caizdir. İlə ən yəmzə minəş-şəhr salasətun və 20 yawman. Nə vaxta qədər məhkruhdur bu? Aydan, yəni Ramazan ayından 23 gün keçənə qədər məkruhdur. Yəni 23 gündən sonra məkruh olmayacaq. Əlbəttə bu hissəsi bizim üçün mühüm deyil. Bu barədə danışmırıq. Bir rəvayətin, hədisin mətninə görə məşhur bu cür fətva verib. Hal-hazırda bizim göstərmək istədiyimiz budur ki, yəni məzhəbimizin alimləri ümumi olaraq bu məsələ barəsində hansı fikri söyləyirlər, onların fətvası nədir? Və gördüyünüz kimi məzhəbimizin böyük alimlərindən olan Əllamə Məclisi rəhmətullah təala aleyh özünün Mir'atul Uqul kitabında buna şahidlik eləyir ki, alimlərimiz arasında məşhur olan nəzər budur ki, Ramazan ayında heç bir səbəb olmadan səfər etmək caizdir, amma məkruh olaraq caizdir. Yəni məkruhdur. İndi isə gəlin bu kitaba baxaq. Deməli, kitab Məbani Minhacı Salihin
Müəllif Seyyid Təqi Təbətəbai Əl-Qummi rəhmətullah təala aleyh. Əl-Cüz'u Sadis 6-cı cild səhifə 189. Bu xəttdən yuxarıdakı hissə Minhacu Salihinin mətnidir. Minhacu Salihin kitabının mətnidir. Deməli 71-ci məsələdə qeyd olunur. Yəcuzu səfər fi şəhri Ramazan ixtiyarən. Caizdir Ramazan ayında ixtiyari halda səfər etmək. Vəlau lil firar minəs-sawm. Hətta orucdan qaçmaq məqsədi ilə də olsa caizdir. Yəni icazəlidir və mətnin davamını oxumaq üçün, yəni məsələnin davamını oxumaq üçün vəlakinnehu məkruhun. Lakin bu məsələ nədir? Məkruhdur. Yəni Ramazan ayında heç bir səbəb olmadan ixtiyari halda səfər etmək olar, amma məkruhdur. Seyyid Təqi Qummi rəhmətullah təala aleyh həmin məsələyə şərh verir aşağıda və o barədə burada ikinci qeydi, həmin məsələ barədə ikinci qeydi oxuyuruq. Bizə lazım olan isə əvvəldir. Qeyd edir ki, bəli, bu məsələ ki, Ramazan ayında səfər etmək, heç bir səbəb olmadan səfər etmək olar, lakin məkruhdur. Bu məsələ aləl məşhurdur alimlərimiz arasında. Məşhurluq da şöhrətun azimətun, yəni böyük məşhurluqdur. Yəni adi şöhrət deyil alimlərimiz arasında bu məsələ. Böyük məşhurluqdur. Kadət ən təkunə icmaən. Elə bir məşhurluq ki, hətta az qala icma olsun. Kəma fi kəlami ba'dil əshab. Necə ki, bəzi alimlərimizin nəzərində onlar elə icma demişlər bu məsələ barəsində. Bu o deməkdir ki, bu məsələdə demək olar ki, ixtilaf yoxdur. Yəni elə bir məşhur məsələdir ki, Ramazan ayında ixtiyari halda səfər etməyin icazəli olması elə bir məşhur məsələdir ki, demək olar ki, alimlərimiz arasında ixtilaf yoxdur. Qədimdən ta bu günə qədər. Deməli, oxuduğumuz bu iki mənbədən, Mir'atul Uqul kitabından və Məbani Minhac Salihin kitabından bu iki mənbədən bizə məlum olan nə oldu? Bizə məlum olan bu oldu ki, məzhəbimizin alimləri, böyük əksəriyyəti, hətta demək olar ki, bütün alimləri bu nəzərdədirlər ki, Ramazan ayında ixtiyari halda səfər etmək caizdir, icazəlidir, lakin məkruhdur. Yəni, yaxşı olar ki, səfər edilməsin. Deməli, ümumi olaraq məzhəbimizin alimlərinin bu məsələ barədə rəyi bundan ibarətdir. Bəs fərd olaraq, məsələn, əgər fərqli nəzər söyləyən alimlərimiz varsa, kimlərdir? Bəli, bu mövzuda fərqli fikir qədim alimlərimizdən Əbu Səlah Hələbiyə nisbət verilib, rəhmətullah təala aleyh. Yəni, nəql olunur ki, Əbu Səlah Hələbi ixtiyari halda səfər etməyi, Ramazan ayında ixtiyari halda heç bir səbəb olmadan səfər etməyi haram hesab edib. Lakin iddiaçı tərəf Əbu Səlah Hələbidən başqa bir neçə böyük şiə alimlərinin də bu nəzərdə olduğunu iddia edir. Deməli, həmin iddiaçı tərəf Şeyx Kuleyni rəhmətullah təala aleyhin də bu rəydə olduğunu iddia edir. Yəni, qeyd edir ki, iddia edir ki, Əl-Kafi kitabının müəllifi Şeyx Kuleyni rəhmətullah təala aleyh, onun da nəzəri bundan ibarətdir ki, Ramazan ayında ixtiyari halda heç bir səbəb olmadan səfər etmək haramdır. Və həmin iddiaçı tərəf Kuleyninin bu mövzuya dair iki hədis gətirdiyi fəslin adına əsaslanaraq bunu deyirlər. Həmin fəslin adına əsaslanaraq deyirlər ki, Şeyx Kuleyni rəhmətullah təala aleyhin görüşü də bundan ibarətdir ki, Ramazan ayında heç bir səbəb olmadan səfərə çıxmaq haramdır. Gəlin ilk öncə Kafi kitabında həmin hissəyə nəzər salaq. Deməli, kitab Əl-Furu min Əl-Kafi, müəllif Siqətül İslam Əl-Kuleyni, Əl-Cüz'ur Rabi' 4-cü cild. Deməli, gəlirik bu kitabın 126-cı səhifəsinə. Burada deməli, fəsillər açır. Şeyx Kuleyni rəhmətullah təala aleyh, Əbvabus Səfər, səfər fəsilləri. Və birinci fəsil ki, qeyd edir, Kərahiyyətus Səfər fi şəhri Ramazan. Ramazan ayında səfər etməyin haramlığı. Və bu fəsildə, bu babda iki hədis qeyd edir. Birinci hədis, ikinci hədis. Sonra keçir növbəti fəslə. İddiaçı tərəf Şeyx Kuleyni rəhmətullah təala aleyhin açdığı bu fəslin adından istifadə edirlər. Bu adına söykənərək deyirlər ki, bu adından məlumdur ki, Şeyx Kuleyni rəhmətullah təala aleyh Ramazan ayında səfər etməyi haram bilir. Nədir fəslin adı? Ramazan ayında səfər etməyin məkruhluğu. Fəslin adı budur. Bəs haramlığı hardan iddia edirlər? İddiaçı tərəf deyir ki, Əllamə Məclisi rəhmətullah təala aleyh özünün Mir'atul Uqul kitabında
qeyd eləyir ki, qədim alimlərin nəzərində məkruhluq dedikdə haramlıq qəsd olunur. Bəs deməli, qədim alimlərin nəzərində məkruhluq anlayışı haramlıq anlayışına bərabərdirsə, o zaman biz burada çox oxuyuruq kərahiyyətus səfər fi şəhri Ramazan, Ramazan ayında səfər etməyin məkruhluğu, yəni nə anlaşılır? Ramazan ayında səfər etməyin haramlığı. Və bu fəslin adını da kim qoyub? Şeyx Kuleyni rəhmətullah təala aleyh, kitabın müəllifi, Əl-Kafi kitabının müəllifi. Deməli, onun nəzəri bundan ibarətdir ki, Şeyxin rəhmətullah aleyh Ramazan ayında səfər etmək haramdır. Vəssalam, bununla da iddiaçı tərəf öz aləmində belə başa düşür ki, artıq sübut eləyir, sabit eləyir ki, Şeyx Kuleyni rəhmətullah aleyhin nəzəri də bəs onun iddiasına uyğundur. Halbuki məsələ heç də belə deyil. Bunun üçün gedirik Mir'atul Uqul kitabına, gəlirik Mir'atul Uqul kitabına. Bayaq buradan məşhurluq məsələsini oxumuşduq. Yenə də təkrar edirəm ki, xəttdən yuxarıdakı hissə, bu hissə Əl-Kafi kitabının mətnidir. Ondan aşağıdakı bu hissə isə Əllamə Məclisi rəhmətullah aleyhin sözləridir. Kafinin mətninə verdiyi şərhdir. Deməli, iddiaçı tərəf deyir ki, Əllamə Məclisi Mir'atul Uqul kitabında deyir ki, qədim alimlərin nəzərində məkruhluq dedikdə nə başa düşülür? Haramlıq başa düşülür. Və onların qəsd etdiyi hissə bu hissədir. Əllamə Məclisinin bu hissədə qeyd etdiyi. Deməli, ilk öncə nəyə diqqət etməliyik? İlk öncə, hələ Əllamə Məclisi rəhmətullah aleyhin sözlərini oxumazdan öncə, bunu deyirik ki, Əllamə Məclisi bu sözləri bizim haqqında danışdığımız fəslin izahında yox, biz bu fəsildən danışırıq. Kərahiyyətus səfər fi şəhri Ramazan, Ramazan ayında səfər etməyin məkruhluğu. Daha sonra Kuleyni, ki, xəttdən yuxarıdakı hissədir, Əl-Kafinin mətnidir. Kuleyni rəhmətullah aleyh növbəti fəsil açır. Kərahiyyətus sum fis səfər. Ümumiyyətlə, səfərdə oruc tutmağın məkruhluğu. Fəsil budur. Yəni, bu fəsildən çıxıb artıq. Ramazan ayında səfər etməyin məkruhluğu fəsli bitib. 1 hədis, 2 hədis, fəsil bitdi. Daha sonra kafidə gəlir növbəti fəsil. Kərahiyyətus sum fis səfər və burada başlayır hədislər qeyd eləməyə. Və Əllamə Məclisi rəhmətullah aleyhin iddiaçı tərəfdən deyilən sözü ki var, ki o sözlərini dəlil olaraq gətirirlər, burada qeyd etdiyi həmin bu fəslin şərhindədir. Yəni, ümumiyyətlə səfərdə oruc tutmağın məkruhluğu. Haqqında danışdığımız fəslin izahında deyil, növbəti fəslin izahındadır. Buna diqqət olunmalıdır birinci. Daha sonra Əllamə Məclisi nə deyir burada? Deyir ki, əl-murad bil kərahiyyə, məkruhluqdan məqsəd, yəni nə? Bu fəslin adında ki deyir, səfərdə oruc tutmaq məkruhdur. Burada məkruhluqdan məqsəd, nəinki bu birinci fəsildə, nəinki Ramazan ayında səfər etməyin məkruhluğu fəslində yox. Ümumiyyətlə, səfərdə oruc tutmağın məkruhluğu fəslində. Buradan söhbət gedir. Bu fəsildən söhbət gedir. Bəs burada eyni ilə həmin o adı yazıbdır, yəni kafidəki adı yazılıbdır. Səfərdə oruc tutmağın məkruhluğu. Burada məkruhluqdan məqsəd əl-hurmə, haramlıqdır. Əllamə Məclisi deyir ki, bu fəsildə məkruhluqdan məqsəd haramlıqdır. Av ma yaxud da yeşməluha kəmə huva mustələhul qudəma. Yaxud da məkruhluqdan məqsəd haramlıq mənasını da əhatə eləyən mənadır. Yəni, daha geniş mənadır. Kəma huvə, diqqət eləyək əsas bura. Kəma huvə mustələhul qudəma. Necə ki, qədim alimlərin istilahında, nəzərində bu elə belədir. İddiaçı tərəf ümumiyyətlə Əllamə Məclisinin bu sözünü səhv başa düşübdür. İddiaçı tərəf deyir ki, Əllamə Məclisi belə qeyd edir ki, qədim alimlərin nəzərində məkruhluq dedikdə haramlıq başa düşülür. Yəni, qədim alimlər, Şeyx Kuleyni kimi, Şeyx Səduq kimi alimlər hardasa öz kitabında məkruhluq deyirsə, deməli, oradan məqsəd nədir? Haramlıqdır. Və bunu kim deyir? Bunu Əllamə Məclisi deyir. Halbuki Əllamə Məclisi belə bir söz demir. Əllamə Məclisi deyir ki, burada bu babdakı məkruhluqdan məqsəd haramlıqdır, bu bildik. Yaxud da buradakı məkruhluqdan məqsəd daha ümumi mənadır. Yəni, tək bizim bildiyimiz məkruhluq mənası yox, haramlıq mənasını da əhatə eləyən bir məna. Necə ki, qədim alimlərin istilahında bu cür olub. Qədim alimlərin nəzərində, onların qəbul etdiyi terminologiyada bu cür olubdur. Bu isə deməkdir ki, qədim alimlər bir hökm barədə məkruh deyəndə elə bizim bildiyimiz məkruhluğu da qəsd edə bilər. Başqa bir məsələdə isə məkruh deyib haramı da qəsd edə bilərlər.
Yəni, qədim alimlərin nəzərində məkruh sözü həm bizim bildiyimiz məkruh mənasına da şamildir, həm də bizim bildiyimiz haram mənasına da şamildir. Yəni, daha ümumi məna ifadə edib, daha geniş məna ifadə edib məkruhluq mənası. Və Məclisi rəhmətullah təala əleyh həmin bu növbəti fəsildə Kuleyni rəhmətullah əleyhin burada məkruhluqdan məqsədinin haramlıq olduğunu vurğulayır. Amma bizim haqqında danışdığımız fəslə gəlincə, biz bu fəsildən danışırıq. Bu fəsil nədir? Ramazan ayında səfər etməyin məkruhluğu. Biz buradan danışırıq. Burada da məkruhluq sözünü işlədir. Amma buradakı məkruhluq sözü barəsində Əllamə Məclisi bir şey danışmır. Yəni, burada Kuleyninin məqsədi haramlıqdır, bu barədə bir şey danışmır. Gəlir ikinci fəsildə bunu danışır. Səfərdə oruç tutmağın məkruhluğu fəslində gəlir danışır ki, burada məkruhluqdan məqsəd nədir? Haramlıqdır. Məlum məsələ ki, bunu da bilirik ki, səfərdə oruç tutmaq haramdır, yəni oruc batil olur. Və burada da Əllamə Məclisi rəhmətullah təala əleyh sanki buna ehtiyac duyur burada məkruhluq sözünü izah etməyə. Çünki məlum məsələdir, məşhur məsələdir ki, səfərdə oruc tutmaq olmaz. Amma burada fəslin adı nədir? Səfərdə oruc tutmağın məkruhluğu. Ona görə də Əllamə Məclisi rəhmətullah əleyh burada qeyd edir ki, buradakı məkruhluqdan məqsəd haramlıqdır. Səhv anlaşılmasın. Amma birinci fəsildə, hansı ki biz ondan danışırıq, bizə lazım olan bu fəsildə, Ramazan ayında səfərə çıxmağın məkruhluğu. Əgər burada da məqsəd haramlıq olsaydı, gərək Əllamə Məclisi rəhmətullah təala əleyh ikinci fəsildən yox, ikinci fəsildən öncə burada qeyd etməli idi ki, burada məkruhluqdan məqsəd nədir? Haramlıqdır. Halbuki gördüyünüz kimi Əllamə Məclisi belə bir şey qeyd eləməyib. Deməli, bu fəslin adından istifadə eləyərək Şeyx Kuleyni rəhmətullah təala əleyhin nəzərinin Ramazan ayında səfər etməyin haram olmasını demək böyük bir xətadır və Əllamə Məclisinin adından da iddia eləmək ki, Əllamə Məclisi qeyd edir ki, qədim alimlərin istilahında, nəzərində məkruhluq, haramlıq mənasında olub, bunu da iddia eləmək kökündən yanlışdır. Çünki bu Əllamə Məclisinin həmin hissədə qeyd etdiyidir və burada gördüyünüz kimi, izah etdiyimiz kimi belə bir şey demir Əllamə Məclisi. Və burada birinci fəsildə, yəni Ramazan ayında səfər etməyin məkruhluğu fəslində, Kuleyninin Əl-Kafi kitabında açdığı fəsildə, burada Kuleyninin məqsədi elə bizim bildiyimiz məkruhluqdur. Çünki onun nəql etdiyi bu iki hədisin məzmunundan da anlaşılan elə budur ki, bu hədislərin mətni barəsində inşallah sonra danışacaq və orada daha aydın şəkildə sizlərə məlum olacaq ki, Kuleyninin nəzəri də bu iki hədisi qeyd etməkdən məqsədi nədir. Və əlavə olaraq da Əllamə Məclisi rəhmətullah təala əleyh özü də bu hədisləri şərh eləyərkən belə deyir. Deməli, ilk öncə burada birinci hədisin şərhini verir. Yenə deyirəm, hədislərin mətni barəsində bir qədər sonra danışacaq. Birinci hədisin, yəni qısa şəkildə birinci hədisin zahirindən insan bunu başa düşür ki, Ramazan ayında səfər etmək olmaz. İmam Ramazan ayında səfər etməyi qadağan edir. Bu başa düşülür. Əllamə Məclisi rəhmətullah təala əleyh qeyd edir ki, وَحَمِّلُوا bu hissədən وَحَمِّلُوا هَذَا الْخَبَرَ وَأَمْثَالَهُ عَلَى الْكَرَاهَةِ وَهُوَ قَوِيٌّ. Əllamə Məclisi deyir ki, alimlərimiz bu həmin birinci hədisi, hansı ki onun zahirindən başa düşülən budur ki, Ramazan ayında səfər etmək olmaz. Bu hədisi və bu hədisə bənzər digər hədisləri aid eləyiblər aləl kərahə, məkruhluq mənasına və Əllamə deyir ki, وَهُوَ قَوِيٌّ və güclü olan nəzər də budur və bu güclü nəzərdir. Yəni Əllamə Məclisi də bu nəzəri qəbul eləyir və bunun güclü olduğunu deyir. Yəni Əllamə Məclisi məşhurun nəzərini deyir, alimlərimiz arasında, əshab arasında məşhurdur. Yəni demək olar ki, məzhəbimizin bütün alimləri bunu deyiblər. Ramazan ayında səfər etmək olar, lakin məkruhdur. Daha sonra Əllamə Məclisi rəhmətullah təala əleyh öz nəzərini də bir növ açıqlayır ki, "Vəhuva qaviyyun" deməklə ki, güclü nəzər də elə budur. Və daha sonra hansı alimlərimiz haram deyib Ramazan ayında ixtiyari halda heç bir səbəb olmadan səfər etməyə hansı alimlərimiz haram deyib, ona misal gətirir və qeyd edir. Və nuqilə an Əbis Səlah, Əbu Səlahdan rəhmətullah əleyh nəql olunub ki, ənəhu qal, o belə deyib. İzə dəxələş şəhru, ay daxil olduqda, yəni Ramazan ayı daxil olduqda, ələ hadirin, hazır olan şəxsə, yəni səfərdə olmayan şəxsə, ləm yəhilləhus səfər muxtarən, ixtiyari halda ona səfərə çıxmaq halal deyil, mübah deyil, olmaz. Əbu Səlahdan nəql olunur. Və daha sonra keçir ikinci hədisin izahına. Və ikinci hədis aid müəyyən izahlar verir. Amma Kuleyninin də burada məqsədinin haram olması barəsində heç bir şey demir Əllamə Məclisi. Yəni bir halda ki, Əllamə Məclisi burada alimlərin nəzərindən danışır. Məşhur budur ki, onlar deyirlər ki,
məkruhdur. Olar bu ayda səfər etmək heç bir səbəb olmadan, amma məkruhdur. Daha sonra haram deyənlərin nəzərini gətirir və haram deyən, əgər kitabın müəllifi də buna haram deyirsə, onda elə məqsədə uyğun bu olardı ki, elə kitabın müəllifinin adından danışardı Əllamə Məclisi. Deyərdi ki, elə bu kitabın müəllifi məşhur bunu desə də, lakin bu kitabın müəllifi bu məsələdə haram fətvasını verir və ondan sonra deyərdi ki, Əbu Səlahdan da nəql olunan budur. Lakin burada bu barədə heç bir şey demir Əllamə Məclisi. Bir kəlmə belə qeyd eləmir. Əgər belə bir məsələdə Kuleynin məqsədi haram olsaydı, o zaman Əllamə Məclisi bunu elə burada açıqlayardı. Bu isə o deməkdir ki, Kuleyni elə bizim bildiyimiz məkruhu nəzərdə tutub. Nəinki haramı? Dediyimiz kimi bu hədislərə baxana da məlum olur, amma bu barədə sona yaxın danışacağıq inşallah. Və sonda bir daha aydın olacaq ki, Kuleyninin bu məsələ barəsində fətvası haramlığa yox, məhz elə məkruhluğadır. Həmçinin əgər qədim alimlərimizin dilində məkruh deyildikdə haram qəsd olunursa, onda Şeyx Səduq da burada haramı qəsd etməlidir. Gəlin baxaq bu kitaba. Deməli, kitab Mən lə yaxduruhul fəqih, müəllif Əş-Şeyx Səduq, rəhmətullah təala aleyh, Əl-Cüz-Əs-Sani, 2-ci cild. Gəlirik bu kitabın 139-cu səhifəsinə. Deməli, 139-cu səhifədə Şeyx Səduq, rəhmətullah aleyh, belə bir Ma cəə fi kərəhiyyəti səfər fi şəhri Ramazan. Ramazan ayında səfər etməyin məkruhluğu barəsində gəlmiş hədislər, rəvayətlər. Yəni bu fəsil elə Şeyx Kuleyni rəhmətullah təala aleyhin açdığı fəslin adı ilə eynidir. Ramazan ayında səfər etməyin məkruhluğu. Və bu barədə başlayır dəlillər gətirməyə, 1 hədis, 2 hədis, 3-cü, 4, 5 hədis gətirir bu mövzu barəsində. Əl-Kafi kitabında nəql olunan hədisləri də qeyd edir həmçinin. Və 2 hədis qeyd etdikdən sonra bunu yazır. Qalə musənnifu həzəl kitab. Bu kitabın müəllifi deyir, yəni Şeyx Səduq rəhmətullah təala aleyh. Yəni bu sözlər Şeyx Səduq rəhmətullah təala aleyhə məxsus sözlərdir. Kitabın müəllifinə özü yazır. Fənnəhyu anil xuruc fis-səfər fi şəhri Ramazan. Ramazan ayında səfər etmək barədə olan qadağa, yəni deyir ki, bəzi hədislər ki, yuxarıda qeyd edilib, məsələn, yəni deyir ki, o hədislərin ki, zahirində bəzilərində qadağa görsənir, ki, onlar barəsində danışacağıq. Həmin qadağa, o hədislərdə gələn qadağa ki, Ramazan ayında səfər etmək olmaz, nəhyu kərəhiyyətin, lə nəhyə təhrimin, məkruhluq qadağasıdır, haramlıq qadağası deyil. Məkruh edən qadağadır, haram edən qadağa deyil. Baxın, Şeyx Səduq rəhmətullah təala aleyh qədim alimlərimizdəndir. Və fəslin adını nə qoyur? Kərahiyyətus səfər fi şəhri Ramazan. Ramazan ayında səfər etməyin məkruhluğu. Fəslin adını da bu cür qoyur. Və gəlir özü də açıq-aşkar deyir ki, bəzi hədislərdə ki, qadağan edilir Ramazan ayında səfərə çıxmaq, həmin qadağa məkruhluq qadağasıdır, haramlıq qadağası deyil. İndi isə gəlin, iddiaçı tərəfin sözünə əsasən qədimlərin dilində məkruhluq, haramlıq mənasındadır. Fəslin adında məkruhluq var. Şeyx Səduq rəhmətullah təala də qədim alimlərimizdəndir. Deməli, iddiaçı tərəfin sözünə əsasən, onun da bu sözünün mənası haram olmalıdır. Lakin aşağıda oxuduq ki, o özü açıq-aşkar deyir ki, burada məqsəd nədir? Məkruhluqdur. Elə bizim bildiyimiz məkruhluq. Bu nə deməkdir? Bu isə o deməkdir ki, qədim alimlərimizin istilahında məkruhluq ifadəsi heç də haramlıq mənasında olmayıb. Və iddiaçı tərəfin bu barədə gətirdiyi dəlil kökündən batildir. Elm əhli arasında bu iddianın ayaq tutub yeriyə bilməsi mümkün deyil. İndi isə gələk Şeyx Tusi rəhmətullah təala aleyhin rəyinə. İddiaçı tərəf təkidlə deyir ki, Şeyx Tusi rəhmətullah təala aleyh Ramazan ayında səbəbsiz yerə səfər etməyin haram olduğunu bildirir. Dəlil kimi isə Şeyxin Təhzibul Əhkam əsərində qeyd olunan bir parçanı gətirir, bir hissəni. Lakin gəlin görək həqiqət necədir. Gəlirik deməli bu kitaba. Təhzibul Əhkam, müəllif Əbu Cəfər Ət-Tusi, Şeyx Tusi rəhmətullah təala aleyh, Əl-Cüz-Ər-Rabi', 4-cü cild. Gəlirik kitabın 282-ci səhifəsinə. Deməli, iddiaçı tərəf bu hissədə yazılan sözləri oxuyur. Bu hissədən bu hissəyə qədər bu sözləri oxuyur və əsasən də bu hissədən və la yenbəği lil insan ta sonuna qədər bu hissəni oxuyur və bu cür hökm verir. Deyir ki, baxın, Şeyx Tusi rəhmətullah təala aleyh Təhzibul Əhkam kitabında belə deyir. Yəni, Ramazan ayında heç bir səbəb olmadan səfər etməyin haram olduğunu deyir. Halbuki bu sözlər, yəni həmin şəxsin bu hissədən oxuduğu sözlər ta sonuna qədər, yəni bütün bu hissələr və hətta bu hissədən, yəni qalə əş-şeyx, şeyx dedi, bu hissədən başlayan bütün bu sözlər Şeyx Tusiyə aid deyil. Bu
Bu sözlər Şeyx Mufid rəhmətullah təala aleyhə aiddir. Necə ki, elə müəllif, yəni Şeyx Tusinin özü deyir ki, qalə əş-şeyx, şeyx buyurdu, rahiməhullah, Allah ona rəhmət eləsin. Yəni bu Şeyx Mufid haqqındadır. Yəni Şeyx Mufidin sözləridir. Rəhmət də Şeyx Mufid haqqındadır. Məlumat üçün bunu qeyd eləyək ki, Təhzibül Əhkam kitabı Şeyx Mufid rəhmətullah təala aleyhin Muqniyə kitabına yazılmış bir şərhdir Şeyx Tusi tərəfindən. Yəni Şeyx Tusi rəhmətullah aleyh burada sadəcə olaraq Şeyx Mufidin sözlərini nəql edir, yəni bu hissədə. Bu hissədəki sözlər Şeyx Mufidə aiddir. Şeyx Tusi Şeyx Mufidin sözlərini nəql edir. Qalə əş-şeyx rahimehullah, şeyx Allah ona rəhmət eləsin buyurdu və buradan bu hissəyə qədər Şeyx Mufidin sözlərini nəql edir. Daha sonra o barədə olan dəlillərini gətirir, şərh eləyir. Yəni kitab bu cür yazılıbdır. Şeyx Mufidin Muqniyə kitabına şərh olaraq. Əlqərəz bu mətn hansı ki iddiaçı tərəf oxuyur və Şeyx Tusinin də bu rəydə olduğunu deyir və bu sözləri Şeyx Tusiyə aid edir, həmin bu sözlər Şeyx Tusiyə yox, Şeyx Mufidə aiddir. Ən azından əgər belə desəydilər, məsələn bu cür desəydilər ki, Şeyx Tusi Mufidin sözlərini nəql edir burada və ona da etiraz eləmir, heç bir etiraz eləmədən daha sonra hədislər gətirir. Bu da onu göstərir ki, Şeyx Tusi də Şeyx Mufidlə eyni fikirdədir. Yəni, əgər heç olmasa bunu desəydilər, o zaman bəlkə bunu bir ehtimal olaraq irəli sürmək olardı. Əgər Şeyx Tusinin rəyini sübut eləyən başqa heç bir dəlil olmasaydı, zahiri mənaya dayanaraq ehtimal eləyə bilərdik ki, bəli, Şeyx Tusi də burada Mufidlə eyni fikirdədir. Amma belə bir ehtimal irəli sürmək əvəzinə iddiaçı tərəf nə edir? İddiaçı tərəf bu məsələni insanlara Şeyx Tusinin qəti sözü kimi təqdim edir. Bu, ya kobud bir səhvdir, ya da şuurlu şəkildə insanları çaşdırmaq cəhdidir. Əgər həqiqətən də bu mövzunu araşdırmış olsaydılar, oxuduqlarını düzgün təhlil etməyi bacarsaydılar, bu cür yanlışa yol verməzdilər. Şeyx Tusinin rəhmətullah təala aleyh bu mövzu barəsində, yəni Ramazan ayında heç bir səbəb olmadan səfərə çıxmaq olar ya olmaz, bu mövzu barəsində rəyinə gəlməzdən öncə bu məsələyə aydınlıq gətirək ki, Şeyx Mufidin özünün rəyinin, yəni burada biz deyək ki, Şeyx Mufid rəhmətullah təala aleyhin də rəyi bundan ibarətdir ki, Əbu Səlah kimi, yəni Ramazan ayında heç bir səbəb olmadan səfər etmək haramdır. Bunun özünü belə qəti şəkildə demək düzgün deyil, deyə bilmirik. Yəni bununla görə deyirik ki, bəziləri belə başa düşməsin ki, Şeyx Mufid rəhmətullah təala aleyh də Əbu Səlahla eyni nəzərdədir bu məsələdə. Yəni Şeyx Mufid də Ramazanda səfər etməyin haram olduğunu deyir. Xeyr. Bu sırf bu mətndən tam olaraq sübuta yetə bilmir. İlk öncə bu hissəni oxuyaq, tərcümə ilə məlum olsun. İlk öncə sırf hərfi olaraq tərcümə edirəm. وَلَا يَنْبَغِي لِلْإِنْسَانِ أَنْ يَخْرُجَ إِلَى السَّفَرِ فِي شَهْرِ رَمَضَانِ إِلَّا لِضَرُورَةٍ تَدْعُوهُ إِلَى ذَلِكَ وَيَكُونُ سَفَرُهُ فِي ذَلِكَ طَاعَةً أَوْ مُبَاحًا فَأَمَّا مَا لَهُ عَنْهُ مَنْدُوحًا فَلَا يَجُوزُ الْخُرُوجُ فِيهِ. Bir insana layiq deyil Ramazan ayında səfərə çıxsın. Yalnız hansı hallar istisnadır? Zərurət halı istisna olmaqla. Elə bir zərurət ki, onu səfərə çıxmağa məcbur edir. Və səfəri vacib bir səfər olsun, itaətlə bağlı səfər olsun, mübahla bağlı bir səfər olsun. Yəni, məsələn, ziyarət üçün səfərə çıxır, yəni məcburdur çıxmağa. Yox da başqa bir səbəbdir, amma məcburdur çıxmağa. Yəni, zərurətdir. Bir zərurət ki, bu səbəb eləyir, bunun səfərə çıxmağını gərəkdirir. Amma əgər səfərə çıxmamağa imkanı varsa, caiz deyil həmin ayda səfərə çıxması. Bacardığımız qədər çalışdıq ki, hərfi tərcümə eləyək. Yəni, burada yazılanlar budur, hərf olaraq. Deməli, bizim sözümüz budur ki, bu hissə ki, Şeyx Tusi rəhmətullah təala aleyh, yəni buradan, həmin bu hissədən, bu hissəyə qədər, bu hissələr ki var, yəni bu cümlələr gördüyünüz bu abzas, Şeyx Tusi rəhmətullah təala aleyh, Şeyx Mufid rəhmətullah aleyhin adından nəql eləyibdir, onun Muğniyə kitabından nəql eləyibdir. Biz deyirik ki, heç Şeyx Mufidin burada yazdıqlarından belə başa düşülmür ki, Şeyx Mufidin özünün nəzəri bu olub ki, o Ramazan ayında səfərə çıxmağa haram hesab edir. Yəni, bu belə buradan başa düşülmür. Hətta bu mətndən belə başa düşülmür. Düzdür, həmin bu mətndə sonuncu cümlənin zahiri mənası budur ki, Ramazanda həmin bu fəəmmə ləhu hissəsindən, onun zahiri mənası budur ki, Ramazanda səfərə çıxmamaq imkanı olduğu halda səfər etmək caiz deyil. Yəni, bu şəklindədir bu cümlə. Burada isə caiz deyil ifadəsinə baxsaq, yəni buradan haramlıq hökmünü çıxarmaq olar zahirə əsasən və qarşı tərəfdə əsasən bu cümləyə söykənir və deyir ki, bəli, gördüyünüz kimi bu onu bildirir ki,
Ramazan ayında imkan varsa səfərə çıxmamağa, yəni oturub oruç tutmağa imkan varsa, onda səfərə çıxması caiz deyil, haramdır. Düz onu Şeyx Tusinin adına bağlayır iddiaçı tərəf, amma gördüyünüz kimi, qeyd etdiyimiz kimi bu Şeyx Mufidin sözləridir, amma işimiz bunda yox. Biz indi Şeyx Mufidin də nəzəri budurmu, bundan danışırıq. Yəni burada caiz deyil ifadəsinin zahirindən düzdür, başa düşülə bilər ki, burada haramlıq qəsd olunur. Amma burada məsələ var. O da nədir? Biz yenə də deyirik ki, bu mətnə əsasən Şeyx Mufid rəhmətullah təala əleyhin rəyinin Ramazan ayında səfərə çıxmağın haram olmasını demək, qətiyyətlə iddia etmək mümkün deyil. Niyə? Çünki ilk öncə biz əgər Əllamə Məclisi rəhmətullah təala əleyhin kitabına baxsaq, hansı ki Təhzibul Əhkam kitabına şərhdir, gedirik bu kitaba. Kitab Məlazul Əxyar, müəllif Əllamə Şeyx Muhammed Baqir Məclisi, Əl-Cüz'u Sadis, 6-cı cild. Gəlirik kitabın 561-ci səhifəsinə, burada səhifə qeyd olunmayıb, növbəti səhifə 562, amma bu isə də 561-dir. Deməli, həmin babdır, orucluq barəsində musafir və xəstənin hökmü babı və burada gördüyünüz kimi qalə Şeyx Əş-Şeyx Rəhməhullah ta həmin bu xəttdən yuxarıdakı hissə Təhzibul Əhkam kitabının mətnidir. Xəttdən aşağıda isə Əllamə Məclisi rəhmətullah təala əleyh şərh verir. Deməli, Əllamə Məclisi rəhməhullah gəlir burada Şeyx Mufidin sözlərini və la yənbəği hissəsindən və la yənbəği lil insan ən yaxruca ilə gedirik növbət səhifəyə, xəttdən yuxarıdakı hissə ilə səfər fi şəhri Ramazan illa li darurətin təd'uhu ilə zəlik və yəkunu səfəruhu fi zəlik ta'atan əv mubahən. Həmin Təhzibul Əhkamın mətnidir. Azı ki Şeyx Tusinin qeyd etdiyinə əsasən Şeyx Mufidin sözləri. Deməli, bu hissəni necə tərcümə eləmişdik? Layiq deyil bir insan üçün səfərə çıxsın Ramazan ayında yalnız zərurət halı istisna olmaqla, elə bir zərurət halı ki, o həmin ayda onun səfərə çıxmağını gərəkdirir. Və la yənbəği sözünün şərhi barəsində Əllamə Məclisi rəhmətullah təala əleyh gəlir deyir: Qovluhu rəhməhullah və la yənbəği lil insan, deyir Şeyx Mufid Allah ona rəhmət eləsin sözü və la yənbəği lil insan, layiq deyil bir insan üçün, ta davamı da yuxarıda mətndə oxuduq. O söz haqqında deyir zahiruhu əl-kərahə, o sözün zahiri məkruhluğu bildirir. Yəni məzhəbimizin böyük fəqihi, mühəddisi, alimi Əllamə Məclisi rəhmətullah təala əleyh Biharul Ənvar kitabının müəllifi, əzəmətli alim Şeyx Mufidin və la yənbəği lil insan sözü ki var, həmin sözə deyir ki, bu sözün zahirindən başa düşülən məkruhluqdur. Yəni sanki Şeyx Mufid bu cür deyir. Məkruhdur insan üçün səfər etsin Ramazan ayında yalnız zərurət halı istisna olmaqla. Yəni zərurət halı olarsa səfər etmək heç məkruh da deyil. Amma zərurət halı yoxdursa, adi haldırsa, onda səfər etmək məkruhdur. Məkruh nədir? Yəni olar, sadəcə olaraq bəyan edilmiş. Yəni haram deyil, olar. Əllamə Məclisi rəhmətullah təala əleyhin qeyd etdiyinə əsasən la yənbəği sözünün burada zahiri nədir? Məkruhluqdur. Lakin gəlin indi mənanı yerinə qoyaq. Görək mənanı yerinə qoyduqda Şeyx Mufidin ta axırıncı cümləyə qədər sözlərindən başa düşülürmü ki, Ramazan ayında səfərə getmək nədir? Heç bir səbəb olmadan səfərə getmək haramdır. Qaydırıq Təhzibul Əhkam kitabına. Məlazul Əxyardan da oxuya bilərdik, sadəcə burada daha rahatdır. Deməli, və la yənbəği. Əllamə Məclisi dedi ki, və la yənbəği, yəni məkruh. Yəni məkruhdur, şəxs üçün məkruhdur ki, Ramazan ayında səfərə çıxsın, yalnız zərurət halı istisna olmaqla. O zərurət ki, onun səfərə çıxmağını gərəkdirir. Və amma, əgər səfərə çıxmama imkanı varsa, əgər onun imkanı varsa ki, səfərə çıxmasın, yəni zərurət deyil, yəni zərurət olmayanda insanın imkanı yaranır ki, belə səfərə çıxmasın. Əgər imkanı varsa ki, səfərə çıxmasın, fəla yecuzu əl-xuruc fihi, onda Ramazan ayında o səfərə çıxması caiz deyil. Bir tək la yənbəği sözünün yerinə məkruh sözünü qoydum, Əllamə Məclisinin dediyinə görə, fəla yecuzu sözünü isə elə caiz deyil olaraq da tərcümədə saxladım. Bu cür olduqda burada açıq-aşkar ziddiyyət yaranır. Bu cümlənin birinci hissəsi bura qədər. Buradan sonra isə ikinci hissəsi.
Açıq-aşkar ziddiyyət yaranır. Xatırladıram, birinci hissənin mənası necə idi? Məkruhdur insan üçün Ramazanda səfər etmək, zərurət halı istisna olmaqla. İkinci hissənin tərcüməsi, amma səfərə çıxmamağa imkanı varsa, bu zaman çıxması caiz deyil. İddiaçı tərəf də deyir ki, buradan başa düşülən nədir? Haramdır mənasında. Biz isə iddiaçı tərəfin yox, böyük alim Əllamə Məclisinin sözünü gətiririk ki, burada la yənbəğidən məqsəd məkruhdur. Və buradakı caiz deyili də haram mənasında saxlasaq, onda burada aşkar ziddiyyət yaranır. Birinci cümlə deyir ki, zərurət hələ yoxdursa səfər etmək olar, amma məkruhdur. İkinci cümlə isə deyir ki, zərurət yoxdursa səfər etmək haramdır. Bu iki fikir bir-biri ilə uyğun gəlmir. Yəni birindən belə çıxır ki, zərurət halı yoxdursa səfər etmək məkruhdur. Digərindən ikinci hissədən belə çıxır ki, zərurət halı yoxdursa səfər etmək haramdır. Deməli, bu sözlər fəla və la yənbəği, fəla yəcuz, bunlar eyni mənada olmalıdır. Və böyük alim Əllamə Məclisi ki, şahidlik eləyir ki, burada vəla yənbəği zahirən məkruhluq mənasını bildirir. Onda fəla yəcuzu caiz deyil də məkruhluq anlamında icazəli deyil mənasında götürəcəyik. Biz burada bunun 100% bu cür olduğunu iddia eləmirik əlbəttə. Biz sadəcə olaraq deyirik ki, ən azından bu ehtimal var və Şeyx Mufid rəhmətullah təala əleyhin buradakı sözlərindən qətiyyətlə, əminliklə deyə bilmərik ki, onun bu məsələyə haram dediyi çıxır. İkincisi, Muğniyə kitabının indiki çap edilmiş nüsxəsində hansı ki, bu sözlər Şeyx Tusi rəhmətullah təala əleyh Muğniyədən nəql eləyir Şeyx Mufidin kitabından. Həmin nüsxələrdə, hansı ki çap edilib hal-hazırda, o nüsxələrdə bu ifadə yoxdur. Yəni ən azından biz tapanmadıq və zahirən də yoxdur bu ifadə. Yəni əsas bu son hissələr yoxdur. Və bu hissələrin olmaması bizi müəyyən suallarla qarşı-qarşıya qoyur. Yəni görəsən Şeyx Tusinin istifadə etdiyi nüsxədə, bu nüsxədə səhv mi olub? Yoxsa bu sözlər doğrudan da Şeyx Mufidə aiddir? Yaxud nüsxəni köçürdənlərin bir xətasıdır, nüsxə köçürdənlər tərəfindən artırılmış bir şeydir? Və bu sualların cavabı qəti şəkildə bilinmədiyi üçün biz burada, yəni bu mətni əminliklə Şeyx Mufidə nisbət verə bilmirik. Deməli, ilk öncə ümumiyyətlə heç nisbət verə bilmirik ki, 100% Şeyx Mufidin sözləridir sonuna qədər. Digər bir tərəfdən də hətta nisbət versək də, mətnin özündən haramlıq mənasının çıxmasında şübhəliyik. Buna görə də bu mətnin özünə əsasən mətn sahibinin dəqiqliklə bu məsələni haram bildiyini iddia etməmiz düzgün deyil. Ortada bu cür məsələlərin olmasına baxmayaraq, iddiaçı tərəfin bu məsələdə qətiyyətlə danışması hüsn zənn edərək deyirik ki, kobud bir səhvin nəticəsidir. Bəs yaxşı, Şeyx Tusi rəhmətullah təala əleyhin öz nəzəri nədir burada bu məsələ barəsində? Biz hələ Şeyx Tusinin nəzərinə keçməmişik. Biz bir növ haşi olaraq Şeyx Mufid rəhmətullah təala əleyhin nəzərini izah elədik. Yəni bu mətndən çıxırmı ki, Şeyx Mufid rəhmətullah təala əleyh Ramazan ayında səbəbsizə səfər etməyin haram olduğunu deyir. Göstərdi ki, xeyr. İndi isə yaxşı, iddiaçı tərəf ki, təkidlə iddia edir Şeyxut Taifə, Şeyx Ət-Tusi ki, Ramazan ayında səbəbsiz yerə səfər etməyə haram deyir, məzhəbimizin böyük fəqihi, böyük alimi. Görək, doğrudan da bu belədir ya yox. Şeyx Tusi rəhmətullah təala əleyhin nəzəri bu məsələ barəsində həqiqətdə nədir? O ki, gətirmişdilər Təhzibül Əhkam kitabından, göstərdi ki, burada Şeyx Tusinin nəzəri yoxdur. Şeyx Tusi rəhmətullah təala əleyhin nəzərini öyrənmək üçün Şeyxin son fiqhi əsərlərindən biri, bəlkə də sonuncusu olan Əl-Məbsud adlı kitabına müraciət edirik. Gəlirik bu kitaba, Əl-Məbsud fi fiqh-əl-İmamə, Şeyxut Taifə Ət-Tusi, Şeyx Tusi rəhmətullah təala əleyh, Əl-Cüz'ül Əvvəl, birinci cild. Gəlirik deməli bu kitabın birinci cild 284-cü səhifəsinə. Yukrahu inşa'us səfər fi şəhri Ramazan. Ramazan ayında səfər etmək məkruhdur. Ramazan ayında səfər etmək məkruhdur. Yukrahu ifadəsi, yəni məkruhdur. Məkruhdur nə deməkdir? Olar, sadəcə olaraq bəyənilmir. Nə məkruhdur? Səfər məkruhdur. Nə vaxt məkruhdur? Ramazan ayında məkruhdur. Kim deyir bunu? Şeyx Tusi deyir, Şeyxut Taifə. Hansı kitabında deyir? Əl-Məbsud kitabında. Cild 1, səhifə 284-də. Arxasınca deyir, hansı hal istisnadır bu məkruhluq hökmündən? Ramazandan 23 gün keçdikdən sonra məkruhluq hökmü aradan qalxır. Yəni artıq ixtiyar sahibidir, heç məkruh da deyil. Və həmin Ramazan ayının ilk 23 günündə əgər hər hansı bir ehtiyac səbəbi ilə gərəkərsə ki, o səfərə çıxsın, məsələn, həcc, yaxud ümrəyə, yaxud ziyarət, yaxud hansısa bir malının tələf olmasından qorxur, yaxud da
din qardaşının həlak olmasından qorxur. Bu surətdə cazə ləhu əl-xuruc, caizdir onun üçün səfər etmək, əyyə vaxtin şaə, hansı vaxtda olur olsun. Yəni burada da cazə sözündən, yəni caizdir sözündən belə başa düşülməsin ki, yəni bu vaxt çıxmaq caizdir, amma qalan vaxtlarda çıxmaq haramdır. Yox, burada açıq-aşkar deyir ki, məkruhdur. Sadəcə olaraq bu hallar olarsa, zərurət halları olarsa, onda bu məkruhluq da aradan gedir. Cazə ləhu əl-xuruc, caizdir, yəni mübahdır artıq. Onun üçün nədir? Səfərə çıxmaq istədiyi vaxtda. Yəni məkruhluq hökmü də aradan qalxır. Deməli, bu zərurət halı yalnız məkruhluğu aradan aparır. Zərurət halı olmasa nədir məsələ? Məsələ budur ki, Şeyx Tusi rəhmətullah teala aleyh deyir ki, Ramazan ayında səfər etmək məkruhdur. Lap əvvəldə dediyimiz kimi Mir'atul Quldan gətirdik və Məbani Minhac-ı Salihin kitabından gətirdik ki, fiqhimizdə, məzhəbimizdə məşhur nəzər, şöhrətun azimə, özdə elə bir məşhur ki, az qala icmadır. Ki, hətta bəzi alimlərimiz icma belə iddia ediblər. Demək olar ki, məzhəbimizin bütün alimləri deyiblər ki, caizdir Ramazan ayında səbəbsiz yerə səfər etmək, lakin məkruhdur. Şeyx Tusi rəhmətullah teala aleyh də həmin nəzəri deyir. Əgər kimsə bu məsələləri qəbul eləməsə, bir növ inatkarlıq eləsə və inatkarlıq eləyib bu məsələnin üzərində qalsa ki, yox elə təhzibul əhkamdan başa düşülür ki, Şeyx Tusi rəhmətullah teala aleyh bu məsələdə haram olduğunu deyir. Və bu cür deyir ki, elə Şeyx Mufidin sözləri olsun bu sözlər və Şeyx Mufidin bu sözləri də elə haram olduğuna dəlalət eləyir Ramazan ayında səfər etməyin. Şeyx Tusi rəhmətullah teala aleyh də ona heç bir etiraz bildirmədiyinə görə, deməli Şeyx Tusinin də nəzəri, rəyi, fətvası elə bu olubdur. Bəs yaxşı, Məbsuddəki məsələ nədir? Ki, Məbsudda oxuduq ki, məhkruh deyir açıq-aşkar Əl-Məbsud kitabında. Orada da budur ki, Məbsud kitabı əvvəl yazılıb, sonra Təhzibul Əhkam kitabı yazılıb və fəqihin sonuncu kitabdakı olan rəyini götürmək mötəbərdir, nəinki əvvəlki kitabda. Bəli, bu qayda düzgündür, amma məsələ bundan ibarətdir ki, Şeyx Tusi rəhmətullah teala aleyh Əl-Məbsud kitabını sonralar yazıb. Hətta onun son fiqh kitablarından biri sayılır. Təhzibul Əhkamı isə Şeyx Tusi rəhmətullah teala aleyh ömrünün cavan yaşlarında yazıbdı. Bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur, başqa dəlillər gətirməyə də ehtiyac yoxdur. Bir tək elə Məbsud kitabının özünə getsək kifayət eləyər. Gəlirik elə Məbsud kitabında 1-ci cild 355-ci səhifəyə və gəlirik bu hissəyə. Deməli, burada Məscid-ül Həramı ziyarətindən danışır Şeyx Tusi rəhmətullah teala aleyh və deyir ki, elə ki, gəldin, qapıya yetişdi bu cür desin. Əssəlamu aleykə əyyuhən nəbi və rəhmətullah və bərəkatuhu ilə əxir dua. Gəldi, qapıya yetişdi, bu cür nə desin? Əssəlamu aleykə əyyuhən nəbi və rəhmətullahi və bərəkatuhu. Duanın axırına qədər, ilə əxir dua, duanın axırına qədər əlləzi zəkərnəhu fi təhzibil əhkam. Hansı ki, biz bu duanı axıra qədər Təhzibul Əhkam kitabında qeyd etmişik. Deməli, burada Şeyx Tusi, yəni Məbsud kitabında Təhzib kitabına istinad edir. Təhzib kitabına ünvan verir. Bu isə bunu sübut edir ki, Məbsud kitabı ən azından Təhzibul Əhkam kitabından sonra yazılmış kitabdır. Təhzibul Əhkam kitabında özünü çətinliyə, dağa-daşa salmaqdansa, elə gəlib Məbsud kitabında hansı ki ondan sonra yazıb, açıq-aşkar Şeyx Tusinin yukrahu inşa'us səfər fi şəhri Ramazan cümləsini görüb, rahatlıqla deyə bilirik ki, Şeyx Tusinin nəzəri elə məşhur nəzərə uyğundur. Deməli, nəticə olaraq nə oldu? Təhzibul Əhkam kitabı Şeyxin ilk fiqh əsərlərindəndir. Məbsud isə onun sonuncu fiqh əsərlərindən sayılır və Məbsud kitabında açıq şəkildə məkruhdur deyə qeyd edir və Şeyx Tusinin bu məsələdə son rəyini bilmək üçün Məbsud kitabı əsas götürülməlidir. Lakin iddiaçı tərəf insanlara tamamilə fərqli və həqiqətə zidd olan məlumatlar təqdim edir. İndi isə gələk Şeyx Hür Amili rəhmətullah teala aleyhin nəzərinə. İddiaçı tərəf belə deyirlər ki, Ramazan ayında heç bir zərurət və ehtiyac olmadan səfər etməyin caiz olduğunu deyən fəqihlərimiz xəta ediblər. Onların fikrincə, yəni iddiaçı tərəfin fikrincə, ən düzgün fətva Hür Amilinin fətvasıdır. Yaxşı, nədir Hür Amilinin fətvası? Güya Hür Amili belə deyir ki, Ramazan ayında yalnız oruc tutmağı seçməlisən və hansı kitabında deyir? Hidayətül Ümmə ilə Əhkamil Əimmə kitabında. Sözün düzü, qarşı tərəfin çıxışlarında bu hissəyə çatdıqda, onun bu sözlərini dinlədikdə, bizi ən çox təəccübləndirən məqamlardan
biri də bu oldu. Tərcümümüzün səbəbi nədir? Çünki Hürr Ramilinin fətvasını qarşı tərəf, iddiaçı tərəf açıq-aşkar fətvasını oxuya-oxuya, göz görə-görə onu digər fəqihlərin fətvalarına zidd kimi təqdim edir. İndi oxuyacağıq ki, Hürr Ramilinin fətvası açıq-aşkar qeyd edir nədir? İddiaçı tərəf bunu görə-görə, bu aşkarlığı görə-görə təkidli şəkildə, qətiyyətlə iddia edir ki, Hürr Ramili deyir ki, Ramazan ayında yalnız oruç tutmağı seçməlisən vəssalam. Və düzgün fətva da Hürr Ramilinin fətvasıdır. Məzhəbimizin digər fəqihləri, məhşura uyğun fətva verənlər, onlar hamısını ediblər, xəta ediblər. Deməli, bu kitab Hürr Ramilinin kitabıdır. Hidayətül Ümmə ilə Əhkamil Əimmə, müəllif Fəqihu Əhl-i Beyt, Əhl-i Beytin fəqihi Əş-Şeyx Muhammed ibn Həsən Əl-Hurr Əl-Amili, Əl-Cüz'ül Xamis, 5-ci cild. Gəlirik bu kitabın 384-cü səhifəsinə və bu səhifədə bu hissəyə. Deməli, iddiaçı tərəf bu hədisi gətirir, qeyd edir orada və deyir ki, Hürr Ramilinin fətvası budur ki, yalnız Ramazan ayında yalnız oruç tutmağı seçməlisən. Yəni, səfərə çıxmaq olmaz, haramdır. Halbuki, fəslin adına baxaq. Yəni, fəslin adını Hürr Ramili rəhmətullah aleyh nə qoyubdur? Bu fəslin adı, əlbəttə xüsusda qədim alimlərimizdə və mühəddislərimizdə fiqhi kitab yazıblar, hədislərdən ibarət və hədisləri müəyyən mövzu altında qruplaşdırıblar və müəyyən bab fəsil altında qruplaşdırıblar və həmin baba, fəsilə ad qoyublar. Həmin o babın, fəslin adı o alimlərin fətvasıdır. Və burada bu hədisdən nə başa düşdüyünü bu cümlədə yazır. Nə deyir? Yustəhəbbu ixtiyarul iqamə fi şəhri Ramadan və sovmi aləs-səfər lizziyarə vəl-iftar. Deyir ki, Ramazan ayında öz yerində, qaldığın yerdə iqamət eləyib, oturub, oruç tutmağı, ziyarət üçün, yaxud elə belə orucu açmaq üçün səfərə çıxmaqdan üstün tutmaq müstəhəbdir. Yəni, buradan açıq-aşkar Hürr Ramili rəhmətullah aleyhin fətvası aydın olur, nəzəri aydın olur ki, Ramazan ayında ixtiyari halda, heç bir səbəb olmadan, elə belə, məsələn, ziyarət üçün gedir, yaxud da ki, belə iftar, orucunu açmaq üçün gedir. Belə bir halda, yox, səfər etməsin, otursun, orucunu tutsun, bu müstəhəbdir. Yəni, birdən bunu etməsə, səfərə getsə, ziyarət üçün, yaxud da elə belə orucunu açmaq üçün, haram iş görür Hürr Ramilinin nəzərinə görə, xeyr. Müstəhəbi tərk edib sadəcə olaraq. Daha da əmin olmaq üçün gedək Vəsail-i Şiə kitabına. Deməli, kitab Vəsail-i Şiə, müəllif Şeyx Muhammed ibn Həsən Əl-Hurr Əl-Amili, Əl-Cüz'ül Aşir, 10-cu cild. Ki, Vəsail-i Şiə kitabı Hürr Ramili rəhmətullah aleyhin yazdığı ən məşhur fiqhi kitabdır, hədislərdən ibarət. Və buradan müəyyən qrup hədislər gətirir və fəsl açır və fəslin adı ilə Şeyx Hürr Ramilinin nəql edir. Babu kərahətis səfər fi şəhri Ramadan həttə təmziyə leylətu 23 minhu illə lidarurətin əv ta'atin kəl-həcci vəl-umrəti və təşyi'il mü'min və istiqbalihi. Deyir ki, məkruhdur Ramazan ayında səfər etmək. Ramazan ayında səfər etməyin məkruhluğu babı. Nə? Ramazan ayında səfər etməyin məkruhluğu babı. Yəni, Ramazan ayında səfər etmək məkruhdur. Zərurət halı olarsa, hə, onda məkruhluq da aradan gedir. Ümumiyyətlə, mübah olur. Amma heç bir zərurət halı yoxdursa, onda nədir? Məkruhdur. Bunu kim deyir? Hürr Ramili deyir. Hansı ki, qarşı tərəf bunun əksini iddia edir onun adından. Hansı kitabda deyir? Vəsail-i Şiə kitabında, 10-cu cild səhifə 181-də. Deməli, Hürr Ramili rəhmətullah təala aleyh burada digər fəqihlərdən fərqli heç bir fətva vermir. Amma iddiaçı tərəf çıxışında deyir ki, müctəhidlərin fətvası səhvdir, ən düzgün fətva Hürr Ramilinin fətvasıdır. Bəli, elə ən düzgün fətva Hürr Ramilinin fətvasıdır, o da elə məşhurun nəzərinə uyğun olan fətvadır. Digər fəqihlərimizin də nəzərinə uyğun olan fətvadır. Qarşı tərəfin sözlərini dinləyən şəxs amma nə başa düşür? Elə bilir ki, Hürr Ramili Ramazan ayında zərurət olmadan səfər etməyi haram sayır. Halbuki həqiqət gördüyünüz kimi bu deyil. İndi bunu necə adlandırmaq olar? Bilməməzlik, yoxsa qərəz, hər nəysə. Deməli, nəticə Hürr Ramili rəhmətullah təala aleyh heç bir fəqihin fətvasını inkar eləmir, yəni məşhurun fətvasını inkar eləmir, əksinə onların fətvasına uyğun fətva verir. Yəni, fətvasız səfər etmək olmaz deyil. Sadəcə olaraq səfər etməməyin daha üstün olduğunu deyir. İddiaçı tərəf isə bu məsələni tamamilə fərqli şəkildə insanlara təqdim eləyir.
Bura qədər danışdıqlarımız iddiaçı tərəfin məzhəbimizin böyük alimlərinin adından çatdırdığı məlumatların yanlışlığı barədə idi. İndi isə keçək məsələnin dəlillərinə, rəvayətlər barəsində danışaq. Amma rəvayətlər barəsində, dəlillər barəsində danışmazdan əvvəl bu dəlillərlə bağlı qarşı tərəfin iddia etdiyi bir məqama toxunaq. Elm əhli üçün həm maraqlı, açığı, həm də bir qədər gülməli olan budur ki, iddiaçı tərəf öz iddiasına dəlil gətirərkən yalnız zahirən qadağa ifadə edən hədislərlə kifayətlənmir. Hətta orucun vacibliyini və dinin əsas rükünlərindən biri olduğunu bildirən hədisləri də dəlil kimi təqdim eləyir. Bu isə onların həqiqətən də istinbat, yəni şəri hökmləri mənbələrdən ələ gətirmə sahəsində yetərli elmə sahib olmadıqlarının açıq-aşkar göstəricisidir. Məsələn, bir hədis gətirirlər ki, oruc tutmayan şiə deyil. Daha sonra bu hədisin Ramazan ayında heç bir zərurət olmadan səfərə çıxan şəxsə də aid olduğunu iddia edirlər. Halbuki həmin hədisin məzmunu orucun ona vacib olduğu halda orucu tərk edən şəxsin məzəmməti ilə bağlıdır. Əgər şəriət səfərə çıxmağa icazə verir və səfərdə oruc tutmağı haram eləyirsə, bu hədisin bu mövzuya nə aidiyyəti var ki? İddiaçı tərəfin bu tip hədisləri dəlil kimi təqdim etməsi Ramazan ayında səfər etməyin haramlığına heç bir vəclə dəlalət eləmir. Çünki bu hədislər belə bir nəticə çıxarmağa əsas vermir. Diqqət edin, Ramazan ayında ehtiyac olmadan səfər etməyi istər haram, istərsə də caiz bilən heç bir fəqih bu tip hədislərin bu mövzuya aidiyyəti olduğunu iddia etməmişdir. Əgər bu hədislər doğrudan da belə bir mənaya dəlalət eləsəydi, ilk növbədə fəqihlər bu məsələni müzakirə edərdilər və dəlil olaraq istifadə edərdilər. Çünki bu hədislər konkret olaraq kimlərdən bəhs edir? O şəxslərdən ki, oruc onlara vacibdir, lakin onlar qəsdən orucu tərk edirlər. Məsələn, sağlam bir şəxs evində olduğu halda Ramazan ayında oruc tutmur. Burada məzəmmət olunanlar şəriətin vacib etdiyi hökmə boyun əyməyən kəslərdir. Yaxşı, bəs bizim müzakirə etdiyimiz mövzu nədir? Bizim müzakirə etdiyimiz məsələ nədir? Bizim müzakirə etdiyimiz məsələ budur. Ramazan ayında heç bir ehtiyac olmadan, səbəbsiz yerə səfərə çıxıb orucunu açan şəxsin hökmü nədir? Onun əməli caizdir, yoxsa haramdır? Bizim mövzumuz budur. Əgər şəriət bu əmələ icazə verirsə, yəni səfərə çıxmaq və orucu tutmamaq üçün rüxsət tanıyırsa şəxsə, onda bu şəxs şəriətin icazə verdiyi bir əməli yerinə yetirmiş olur səfərə çıxmaqla və heç bir itaətsizlik də etməmiş olur. Belə olduğu halda oruc tutmayan şəxsi məzəmmət edən hədislərin bu mövzuya aidiyyəti olmur. Bu cür surətdə həmin hədislərin bu mövzuya aidiyyətinin olması qeyri-mümkündür. Yox, əgər şəriət bu əməli haram eləyirsə, o zaman bəli, bu hədislər səfərə çıxıb oruc tutmayan şəxsi də əhatə edə bilər. O halda deyə bilərik ki, bu hədislər bu şəxsi də məzəmmət edir. Çünki o, üzərinə vacib olan orucu tərk edibdir. Yəni, bizim əsas müzakirə nöqtəmiz budur. Ramazan ayında ehtiyac olmadan səfər etmək haramdır, yoxsa caizdir? Və bu məsələ ayrıca dəlillə sabit edilməlidir. Oruc tutmayan şəxsi məzəmmət edən hədislər isə bu məsələdə hökmü sabit edən bir dəlil ola bilməz, bu qismdə çıxış edə bilməz bu cür hədislər. Əgər Ramazan ayında səfər etməyin haramlığı başqa dəlillərlə sübut edilərsə, o zaman bu hədislər də səfərə çıxan və oruc tutmayan şəxsləri də əhatə edər. Lakin əgər dəlillər səfərin caiz olduğunu göstərirsə, onda bu hədislərin bu mövzuya heç bir aidiyyəti olmayacaq. Məsələni daha aydın başa düşmək üçün bir misal bıraq. Bəzi hədislərdə məsələn bildirilir ki, həcc etməyən kəs dünyasını dəyişdikdə, həccə getməyən kəs dünyasını dəyişdikdə bu dünyanı xaçpərəst kimi tərk eləmiş olar. İndi sual edirik. Bu hədis həcc etməyə imkanı olmayan şəxslərə də aiddir ya yox? Bir şəxsin həccə imkanı yoxdur. Ömür boyu da fəqir olaraq yaşayıbdır. Heç vaxt həccə getmək üçün imkanı olmayıb və dünyasını dəyişib. İndi həmin hədislərdən istifadə eləyib deyə bilərikmi ki, bu hədislər bildirir ki, həmin bu fəqir şəxs də xaçpərəst kimi dünyasını dəyişib. Əlbəttə ki, xeyr. Bu hədis həmin şəxslərə yalnız o halda şamil ola bilər ki, kənardan bir dəlil sübut eləsin ki, həccə getmək üçün imkan əldə etməyə çalışmaq vacibdir. Yəni, həccə getmək üçün mal, pul əldə etmək vacibdir ki, sən o qədər pul yığasan ki, artıq həccə gedəsən. Yəni, bu pulu yığmağın özü vacibdir. Yəni, kənardan başqa bir dəlil gərək bunu sübut eləsin. Əgər belə bir dəlil olsa, yəni həccə getmək üçün mal, pul əldə etmək vacibdir, bu hökmə dəlalət edən bir dəlilimiz olsa və şəxs həcc üçün imkan əldə edə biləcəyi halda buna çalışmazsa, gedib işləyə bilər, pul qazana bilər, amma çalışmır. O zaman bu şəxs qəsdən həcci tərk edən insan kimi hesab oluna bilər. Və hədis, və yaxud dediyimiz hədis, bu şəxsə də şamil ola bilər. Hansı halda? Əgər əlimizdə dəlil olsa ki, həccə getmək üçün
imkan əldə eləməyi bacarırsansa, sənə vacibdir ki, o imkanı əldə eləmək üçün çalışasan. Belə bir dəlilimiz olsa və bu şəxs çalışmasa, bəli, onda bu hədislər qəsdən həcci tərk etmiş şəxslərə də şamil olacaq və həmin şəxs qəsdən həcci tərk etmiş şəxslərdən sayılacaq. Lakin əgər dəlillər açıq şəkildə bildirirsə ki, imkanı olmayan şəxsə həcc vacib deyil, onun imkan əldə etməsi üçün çalışması da vacib deyil, onda bu hədisin, yəni həcci tərk eləyən şəxs dünyadan köçərsə, xaçpərəst kimi dünyadan köçər, bu hədisin o cür şəxsə heç bir aidiyyəti olmayacaq. Deməli, nəticə, iddiaçı tərəfin gətirdiyi hədislər bu mövzuya dəlil ola bilməz. Bizim haqqında danışdığımız mövzuya. Yəni, oruç tutmayan şiə deyil tipli hədislər bizim mövzumuza heç bir cəhətdən aidiyyəti yoxdur. Əgər Ramazan ayında səfərin haram olduğunu sübut edən müstəqil bir dəlil varsa, onda orucu tərk edən şəxsləri məzəmmət edən hədislər Ramazan ayında səfərə çıxan şəxslərə də aid olacaq. Lakin əgər səfərin haram olmadığı sübuta yetərsə, o zaman bu hədislərin bu mövzuya heç bir aidiyyəti yoxdur və onları dəlil kimi gətirmək yersizdir. Yəni bunlar bu mövzuda müstəqil dəlil hesab edilmir. Məhz buna görə də biz bu tip hədisləri müzakirə eləmirik, çünki onlar bu mövzuya aid deyil. Əlqərəz, keçək mövzunun özünə. Yəni bu mövzu barəsində hansı dəlillər var, rəvayətlər, hədislər var, onlar barədə danışaq. Və ilk öncə bunu qeyd edək ki, Ramazan ayında səfər etməyin hökm barədə olan hədislər əsasən iki qrupa bölünür. Yəni, dəlalət baxımından biz onları iki qrupa ayırırıq. Bir qrupu içərisində bir qismi açıq-aşkar olmaqla səfərin icazəli olduğunu göstərən rəvayətlərdir. Digər bir qrup rəvayətlər isə zahirən qadağa ifadə edən rəvayətlərdir. Yəni, belə deyil ki, məsələn, əgər bu söhbətə qulaq asan şəxslərdən kimsə iddiaçı tərəfin 8 hissəlik çıxışlarına qulaq asıbsa, onun zehnində belə bir təsəvvür yaranıb ki, bizim hədislərimiz hamısı bu mövzuda haramlığı qadağanı bildirir. Yəni, bizim bütün hədislərimiz, imamlarımızdan nəql olunan bütün hədislərimiz bu mövzuda Ramazan ayında səfər etməyi haram hesab edir. Halbuki o cür deyil. Əlimizdə olan hədislər bu mövzuda iki qrupa ayrılır. Bir qrup zahirən qadağa ifadə edən rəvayətlərdir. Digər bir qrup isə içərisində bəziləri açıq-aşkar səfərin icazəli olduğunu bildirməklə bir neçə hədis var ki, Ramazan ayında səfərin icazəli olduğunu göstərən rəvayətlərdir. Və biz onların hamısını bir-bir sizlərə təqdim edəcəyik. Və zahirən və açıq-aşkar dəlalət nə deməkdir? Bunlar arasındakı fərq nədir? Bunu inşallah hədislər bəhsimizin sonunda geniş şəkildə izah edəcəyik. Bəli, ilk öncə biz bu iki qrupdan zahirən qadağa ifadə edən rəvayətləri təqdim edirik. Belə ki, ilk rəvayət hədis Vəsail-i Şiyə kitabındandır. Hürramili rəhmətullah təala əleyh müəllif olan Vəsail-i Şiyə kitabı 10-cu cild 182-ci səhifə bu hədisdən söhbət gedir. Burada bir qədər böyüdülmüş versiyasıdır. Tərcüməsi nədir? İmam Əli əleyhissalam buyurur: Ramazan ayı daxil olduqda bəndənin səfərə çıxmağa haqqı yoxdur. Çünki Allah Taala buyurur: Kim sizdən bu aya şahid olsa, onun orucunu tutsun. Həmin ay oruc olsun, yəni. Bəqərə surəsinin 185-ci ayəsidir həmin aya. Bəli, biz bu hədisdən nə başa düşürük? Zahirən imam bildirir ki, Ramazan ayı daxil olduqda bəndənin səfərə çıxmağa haqqı yoxdur. Yəni olmaz, səfərə çıxmaq olmaz. Qeyd edəcəyimiz hədislərin sənədi barədə geniş şəkildə rical bəhsi açmaq fikrimiz yoxdur. Sadəcə qısa şəkildə bunu deyək ki, bu hədisə, qarşınızda olan bu hədisə, bəziləri zəif demişlər, bəziləri isə mötəbər hesab edir bu hədisi. Məsələn, Seyyid Xoy rəhmətullah təala əleyh bu hədis barəsində danışarkən bir qrup bu hədisə zəif desə də, bizə görə hədis mötəbərdir deyir. Gedirik növbəti hədisə. Növbəti hədis Şeyx Kuleyni rəhmətullah təala əleyhin Əl-Kafi kitabındandır. 4-cü cild 126-cı səhifə. PDF versiyasında orada bu hədisi göstərmişdik, lakin oxuyub tərcümə eləməmişdik. Həmin bu birinci hədis Əbu Bəsirdən nəql olunur. İmam Cəfər Sadiq əleyhissalamdan Ramazan ayı girəndə səfərə çıxmaq barəsində soruşdum, deyir Əbu Bəsir. İmam buyurdu, xeyr. Yəni Əbu Bəsir Ramazan ayında səfərə çıxmaq barəsində soruşub. İmam cavabında buyurub ki, xeyr. Yəni zahirdən bu başa düşülür ki, olmaz. Zahirdən biz qadağa başa düşürük. Yalnız sənə deyəcəyim şeylər istisnadır. Yəni imam olmaz deyir, amma bu halları istisna qeyd edir. Məkkəyə səfər, bu halda çıxa bilərsən, Allah yolunda cihad, tələf olmasından qorxduğun malını ilə bağlı səfər çıxa bilərsən və ya vidalaşmaq istədiyin qardaşınla bağlı səfər, ata-ana bir olmayan qardaşın. Yəni vidalaşmaq istədiyin bir din qardaşın, bununla bağlı yəni səfərə çıxa bilərsən, səfərə çıxacaqsan, yola salacaqsan, vətənindən bir neçə kilometr, yəni səfər həddində olan kilometr uzaqlaşacaqsan, Ramazan ayı olsa da bunun heç bir eybi yoxdur. Amma bu hallar, istisna hallardan qeyri hallar isə xeyr.
Hədisin sənədi barədə bəzi fəqihlərimiz sənədin mötəbir olduğunu desə də, bəziləri onun zəif olduğunu deyir. Hətta Seyyid Xoyy rəhmətullah təaləlik həddən artıq zəifdir ifadəsini işlədir bu hədis barəsində danışarkən. Keçirik növbəti hədisə, zahirən qadağa bildirən hədisləri oxuyuruq və bu qrupdan olan 3-cü hədisi oxuyuruq. Şeyx Tusinin Təhzibul Əhkam kitabından 4-cü cild 408-ci səhifə. Bu səhifədə 85-ci hədis, ümumilikdə 600-cü hədis oxuyuruq. İmam Sadiq əleyhissalam buyurur: Ramazan ayında səfərə çıxma. La təxruc fi Ramadan. Ramazan ayında səfərə çıxma. Zahirən nədir? Qadağa bildirir. İmam qadağa qoyur, çıxma. Yalnız bu hallarda icazəlidir. Yalnız bu hallarda icazəlidir, yəni bu tərcümədə ki, qeyd eləmişik, icazəlidir. Yəni sırf imamın mübarək kəlamında, yəni icazəlidir ləfsi yoxdur. Sadəcə olaraq mənadan bu anlaşılır deyə bu cür qeyd eləmişik. Yəni kimsə burada istifadə eləməsin ki, yəni imam sırf bu icazəlidir sözünü deyib, bəs buradan elə başa düşülür, belə başa düşülür, yox. İmam buyurur: La təxruc fi Ramadan, Ramazan ayında çıxma səfərə, illa yalnız bu hallardan başqa. Hansı hallar? Həmin hallar da burada həccə getmək, ümrə etmək, itirilməsindən qorxduğun bir mal üçün yola düşmək və ya məhsulun yığım vaxtı çatdığı üçün əkin sahəsinə getmək. Yəni bu hallarda çıxa bilərsən. Bunlardan qeyri hallarda la təxruc fi Ramadan. Ramazanda səfərə çıxma. Bu hədisdə zahirən Ramazan ayında səfər etməyin qadağan olduğunu bildirir Təhzibul Əhkam kitabında. Sənəd barəsində müəyyən bəhslər var ricalda. Burada bir ravi ki var, Ali ibn Sindi. Ali ibn Sindiyə görə sənəd zəif hesab olunur. Gəlirik növbəti 4-cü hədisə. Yenə də Təhzibul Əhkam kitabındandır. Və bu kitabın 4-cü cild 283-cü səhifəsində tərcümə belədir. İmam Sadiq əleyhissalam buyurdu: Ramazan ayı girəndə Allahın onunla bağlı bir şərti vardır. Allah buyurur: Sizdən kim bu ayı görərsə, onu oruc tutsun. Bəqərə surəsinin 185-ci ayəsidir. Elə isə, İmam buyurur, elə isə Ramazan ayı girəndə şəxsin səfərə çıxmağa haqqı yoxdur. Yalnız həcc və ya ümrə üçün, ya tələf olmasından qorxduğu mal üçün, ya da həlak olmasından qorxduğu qardaşı üçün çıxa bilər. Lakin qardaşının malına zərər vurmaq üçün yenə də səfərə çıxmağa haqqı yoxdur. 23-cü yerdə keçdikdən sonra isə istədiyi yerə səfərə çıxa bilər. Əgər yadınıza gəlirsə, Şeyx Tusi rəhmətullah təala aleyhin Əl-Məbsud kitabından şeyxin nəzərini oxuyanda ki, qeyd edirdi ki, Ramazan ayında səfərə çıxmaq məkruhdur, 23-cü gündən sonra isə məkruh deyil. Eynilə Əllamə Məclisi rəhmətullah təala aleyh də Mir'atul Uqul kitabında ki, oradan da oxuduq, məşhurun nəzərini qeyd edərkən bu sözləri orada deyir. Hədisin sənədinə gəlincə isə, hədisin sənədi barəsində qeyd edirlər ki, sənəd zəifdir. Bu qeyd etdiyimiz 4 rəvayətin mətni zahirən Ramazan ayında heç bir zərurət olmadan səfərə çıxmağın qadağan olduğunu bildirir. Yəni zahirən haramlığa dəlalət edir. İnsan heç birində açıq-aşkar haramdır ifadəsi keçmir. Amma zahirən biz baxanda görürük ki, imam birində xeyr deyir, birində haqqı yoxdur deyir, birində çıxma deyir. Biz buradan oxuduqda başa düşürük ki, yəni zahirən bu hədis qadağan eləyirsə, zahirən haramlığı bildirir. Bu 4 hədis birinci qrupa aid. İndi isə digər qrup rəvayətləri təqdim edirik, hansı ki, o rəvayətlər ixtiyari halda Ramazan ayında səfər etməyin caizliyini bildirir. İlk öncə bir-bir rəvayətləri oxuyacaq, daha sonra isə həmin rəvayətlərin dəlaləti barədə danışacaq. Deməli, birinci hədis bu mövzuda, yəni keçdik ikinci qrupa. Bu ikinci qrupda ki, birinci hədis Əl-Kafi kitabındandır, hansı ki, iddiaçı tərəf də bu hədisi oxuyur, lakin dinləyicilərə hədisi düzgün şəkildə çatdırmır ki, bu barədə sonra danışacaq. Deməli, Əl-Kafi kitabından Şeyx Xüleyni rəhmətullah təala 4-cü cild 126-cı səhifə bu hədisdən söhbət gedir. Hələbidən nəql olunur. Hələbi deyir, İmam Sadiq əleyhissalamdan bir şəxs barəsində soruşdum ki, Ramazan ayı girəndə o müqimdir. Yəni öz yaşadığı yerdədir, vətənində də səfərə çıxmayıb və əvvəlcədən də heç yerə getmək istəmir. Belə bir fikir də yoxdur. Sonra Ramazan ayı girdikdən sonra səfərə çıxmaq istəyir. Yəni bu halda nə etsin? Çıxa bilər ya, çıxa bilməz? İmam susdu. Hələbi deyir ki, mən bir neçə dəfə soruşdum. Bir neçə dəfə soruşandan sonra imam buyurdu. Fəsəəltuhu qeyrə mərrə. İddiaçı tərəf bu hədisi oxuyanda, yəni orada dəfələrlə soruşdum. Bu qeyrə mərrə dəfələrlə soruşdum demək deyil. Yəni bir neçə dəfə soruşdum. Yəni belə yox ki, 15-20 dəfə soruşdum. Yəni bu adətən yəni qeyri-mümkün bir şeydir. Yəni bir şəxs gəlsin 15-20 dəfə sual versin, imam da heç birində cavab verməsin. Yəni bir neçə dəfə soruşdum. Böyük alimlərimizdən oxuyacaq ki, imamın o sükutundakı hikmət nə idi? Nə ola bilər? Əl-qərəz hələ sadəcə olaraq hədisləri oxuyuruq və sonda izahları qeyd edəcəyik. Bəli, imam susdu, mən bir neçə dəfə soruşdum deyir hələbi. Bundan sonra imam cavab verdi, buyurdu. Qalmağı daha üstündür. Yuqim əfdal. Qalmağı daha üstündür. Daha fəzilətlidir. Qalsa yaxşıdır. Səfərə çıxmasa yaxşıdır. Yalnız onun elə bir ehtiyacı olarsa ki,
onun üçün mütləq çıxmalıdır və ya malı üçün qorxarsa ki, səfərdə bir malı var, tələf olacaq falan, bu hal istisnadır. Bu hallardan qeyri hallarda qalmağı, yəni səfərə çıxmayıb, vətənində qalıb, oruc tutmağı daha üstündür, daha fəzilətlidir. Bu hədisdən biz açıq-aşkar başa düşürük ki, imam deyir, Ramazan ayında səfərə çıxmaq olar. Sadəcə daha yaxşısı budur ki, çıxmayasan, oturasan, orucunu tutasan. Bu hədisdən biz açıq-aşkar şəkildə bunu başa düşürük və hədis səhihdir, sənədində də heç bir problem yoxdur. Mətn barədə isə, dəlalət barədə isə bir qədər sonra dediyimiz kimi danışacağıq. Keçirik bu mövzuda növbəti hədisə. Həmin hədis Mən la yaxduruhul fəqih kitabındandır. Şeyx Səduq rəhmətullah təala aleyh. Həmin kitabın 2-ci cild 139-cu səhifəsində nəql olunan hədisdir. Həmin səhifədə hədisə rəqəmi 3. Tərcüməsinə də hədisin. Muhammed ibn Muslim nəql edir rəhmətullah təala aleyh. İmam Baqir əleyhissalamdan bir şəxs barədə soruşdular ki, Ramazan ayında qarşısına səfər məsələsi çıxır. O müqimdir, yəni öz yaşadığı yerdədir, iqamət edir və artıq Ramazandan bir neçə gün də keçib. İmam buyurdu, səfərə çıxmağında və yemək yeyib, oruç tutmamağında heç bir eyib yoxdur. Yəni bir eybi yoxdur ki, səfərə çıxsın, orucunu açsın və həmin gün oruc tutmasın. Bunun heç bir eybi yoxdur. Və hədisin sənədinə gəlincə, hədis səhihdir və mətn olaraq hədis ümumi olaraq Ramazan ayında səfərə çıxmağın icazəli olduğunu bildirir. Keçirik sonraki hədislərə və diqqət edin, bundan sonraki qeyd edəcəyimiz hədislər xüsusi bir hala, mövzuya xas olan hədislərdir. O da Ramazan ayında mömin qardaşı yola salmaq, yaxud birini qarşılamaq üçün səfərə çıxmaq haqqındadır Ramazan ayında. Bu barədə bir neçə hədis mövcuddur və onların da dəlalətindən istifadə edərkən başa düşürük ki, Ramazan ayında səfərə çıxmağın bir eybi yoxdur. Bu mövzuda yəni bir neçə hədis mövcuddur. Biz həmin hədislərdən yalnız 3-ünü qeyd edirik. Deməli, hədis Təhzibul Əhkam kitabındadır. 3-cü cild 217-ci səhifədə, 3-cü cild 218-ci səhifədir. Burada bu yazı səhv düşübdür. 218-ci səhifə. 3-cü cild 218-ci səhifə Təhzibul Əhkam kitabı. Deməli, hədisin bu səhifədən nömrəsi 49-dur. Ümumilikdə 540-cı hədis. Hədis nəql olunur Zürarədən rəhmətullah təala aleyh. Deyir, İmam Baqir əleyhissalamdan soruşdum. 1, 2 və ya 3 gecə bir şəxsdir, şahin, qırğı və itlərlə ova çıxır. Ailəsini tərk edir, ailəsindən çıxır, yəni öz yaşadığı yerdən çıxır və bu şəxs namazını qəsr qılacaq, ya yox. İmam buyurdu, yalnız ləf, yəni boş, bihudə məqsədlə çıxıb, ona görə namazını qəsr qılmayacaq, yəni namazını tam qılacaq. Bihudə məqsədlə çıxdığına görə, boş məqsədlə çıxdığına görə namazını qəsr qılmayacaq, tam qılacaq. Zürarə deyir ki, mən dedim, yaxşı, bəs Ramazan ayında qardaşını 1 və ya 2 gün yola salan şəxs necə? Yəni, Ramazan ayında qardaşını, din qardaşını yola salır və 1 yaxud 2 gün səfərdə olur. İmam buyurdu, orucunu açacaq və namazını qəsr qılacaq. Çünki bu, onun üzərində olan bir haqdır. Yəni, bu hədisin mətnindən biz başa düşürük ki, Ramazan ayında insan bir mömin qardaşını yola salmaq üçün səfərə çıxmalı olarsa, İmam buyurur ki, bunun heç bir eybi yoxdur. Bu, onun mömin qardaşının haqqıdır onun boynunda olan. Hədis haqqında qeyd edirlər ki, hədis mötəbərdir. Sadəcə olaraq burada bir məqamı qeyd edeyim. Hədisin birinci hissəsində ova çıxmaqdan danışır. Yəni, demək olar, hədisi 2 hissəyə ayırmaq olar. Birinci hissəsində ova çıxmaqdan danışır, ikinci hissəsində Ramazan ayında səfərə çıxmaqdan danışır. Birinci hissədə imam buyurur ki, namazını qəsr qılmayacaq, yəni orucunu da tutacaq. Çünki ləf, boş, əyləncə, bihudə məqsədlərlə səfərə çıxıbdır. Bunun mənası bu deyil ki, Ramazanda ləf, yəni boş, əyləncə məqsədilə səfərə çıxmaq haramdır. Bu hökm Ramazandan qeyri hallarda da belədir. Yəni, sırf Ramazana aid olan bir məsələ deyil hədisin birinci tərəfi. Hədisin birinci tərəfi Ramazana aid heç bir dəlaləti yoxdur. Bu Ramazandan, bu ümumi bir məsələdir. Ramazandan qeyri hallara da aiddir. Məsələn, əyləncə məqsədi ilə ov üçün səfərə çıxarsa, namazlarını tam qılmalıdır. Orucunu da tutmalıdır. Əlbəttə, burada müfəssəl fiqhi bəhslər var. Ləf nədir? Burada ləhvi məqsədlə ov üçün səfər etmək nə deməkdir? Və ləhvi məqsədlə ov üçün səfər etmək haramdır, haramlığını bildirir. Yoxsa yalnız oruc və namazın qəsr olmadığını bildirir. Hansı ki, bunlar bizim mövzumuz deyil, bizim mövzumuzdan xarizdir. Burada sadəcə olaraq demək istədiyimiz budur ki, hədisdən belə başa düşülməsin ki, Ramazanda ləf məqsədlə ova çıxan orucunu buna görə tutmalıdır ki, çünki Ramazanda səbəbsiz məqsədlə səfərə çıxmaq haramdır. Xeyr, burada buna dəlalət yoxdur. Burada hökm ləhvi məqsədlə, boş bihudə məqsədlə ova çıxmaqdan qaynaqlanan hökmdür. Nəinki Ramazanda bu niyyətlə səfərə çıxmaqdan. Halbuki iddiaçı tərəf söhbətində bunu sırf Ramazana aid edir bu hədisi.
Hədisin bu dəlalətini sırf Ramazana aid edir. Bu da onun bu cür fikri mövzulardan təəssüflər olsun ki, xəbərsiz olduğunu bildirir. Bu cür bir hala sahib ola durub məzhəbin əksər az qala bütün fəqihlərinə öz aləmində irad tutmaq isə sadəcə olaraq gülməlidir. Və bizim mövzumuza lazım olan hissə ikinci hissədir. Hədisin ikinci hissəsidir. O da Ramazan ayında mömin qardaşını yola salmaq barəsində soruşur. İmam da buyurur, heç bir eybi yoxdur. Hətta onun boynunda olan bir haqdır. Orucunu açacaq, namazını da qəsr qılacaq. Bəli, dedik ki, qeyd edirlər ki, hədis mötəbərdir. Mətn barədə isə daha geniş sonda danışacaq. Keçirik növbəti hədisə. Növbəti hədis Əl-Kafi kitabındandır. Şeyx Kuleyni rəhmətullah təala əleyh, cild 4, səhifə 129. Hədisin bir hissəsi 129, digər hissəsi 130-cu səhifədədir. Zürarədən nəql olunur. Rəhmətullah təala əleyh. Deyir, İmam Baqir əleyhissalama dedim. Ramazan ayında qardaşını bir və ya 2 gün yola salan şəxs barəsində nə deyirsiniz? Qardaşını yola salmaq idi və 1 yaxud da 2 gün vaxt sərf edib burada. Və bu Ramazan ayına düşübdür. Ramazan ayında səfər etməli olubdur. İmam buyurdu, orucunu açacaq. Yəni bu şəxs səfərə çıxıb Ramazan ayında orucunu açacaq və sonra qəza eləyəcək. Soruşdular. Zürarə deyir ki, ətrafda olan insanlar soruşdular. Bu daha fəzilətlidir, yoxsa yerində qalıb, yəni yaşadığı yerdə qalıb onu yola salmaması hansı daha fəzilətlidir? İmam buyurdu, onu yola salsın və orucunu açsın. Çünki bu onun üzərində bir haqdır. Yəni verilən sualdan başa düşülür ki, İmam buyurur, yəni onu yola salması, orucunu açması daha üstündür. Çünki bu onun üzərində olan bir haqdır. Hər bir halda İmam bu kəlamı ilə Ramazan ayında mömin qardaşını yola salmaq üçün səfərə çıxmağa icazəli olduğunu qeyd edir. Qeyd etdiyimiz bu hədis də mötəbərdir və keçirik növbəti hədisə. Qeyd edəcəyimiz sonuncu hədisdir. Yenə də Əl-Kafi kitabındandır. Həmmad ibn Osmandan nəql olunur. 4-cü cild 129-cu səhifədə və bu 129-cu səhifədə 6-cı hədisdir. Həmmad ibn Osmandan İmam Cəfər Sadiq əleyhissalamdan soruşdum. Həmmad ibn Osman deyir. Dostlarımdan birinin Əvəzdən gəldiyi xəbəri mənə çatmışdır. Özü də Ramazan ayında. Onu qarşılayım və orucumu açım. İmam buyurdu, bəli. Onu qarşıla və orucunu da aç. Mən dedim, onu qarşılayım və orucumu açım, yoxsa qalın və orucumu tutun? Yəni, hansı daha yaxşıdır? İmam buyurdu, onu qarşıla və orucunu aç. Və qeyd etdiyimiz bu hədis də mötəbər hədisdir. Deməli, bu hədislər ki, qeyd etdik, 5 hədis. Bu hədislər Ramazan ayında səfər etməyi zahirən qadağan edən hədislərin müqabilində nəql etdiyimiz hədislərdir. Və bu hədislərin mətninə diqqət elədikdə görürük ki, bu hədislərin mətni Ramazan ayında səfər etməyi qadağan etmir. Yəni, sırf biz bu hədisləri, bu cür hədisləri oxuyanda Ramazan ayında səfər etməyin qadağan olduğunu, haram olduğunu heç cür başa düşmürük bu hədislərdən. Hətta görürük ki, bəzi hallarda səfər etmək daha yaxşıdır. Düzdür, səfər etməyə də bilər, ixtiyar sahibidir. Amma səfər etsə və nəticədə orucunu açsa, bu daha yaxşıdır. Məsələn, əgər bir mömin qardaşını yola salırsa, oxuduğumuz bu son 3 hədislərdəki kimi. Bizə ki, həmin bu qarşınızdakı hədisdə Həmmad ibn Osman deyir ki, mən onu qarşılayım, orucumu açsın, yoxsa qalım orucumu tutun. İmam deyir ki, onu qarşıla, orucunu aç. Yəni, buradan başa düşülür ki, gedib onu qarşılayıb orucunu açmaq daha yaxşıdır. Yaxud da bundan əvvəlki hədisdə Zürarə deyir ki, orada olan insanlar soruşurlar, hansı yaxşıdır? Hansı fəzilətlidir? Hansı yaxşıdır? Gedib onu qarşılamağı, yoxsa yerində qalıb oruc tutması, yola salmaması? İmam cavab verir ki, yola salsın, orucunu açsın. Bu onun üzərində olan bir haqdır. Bəli, sırf bu hədislərə, yəni mömin qardaşını yola salmaq üçün səfər etməkdən danışan hədislərə baxdıqda, Ramazan ayında heç bir zərurət olmadan səfər etməyin haramlığı başa düşülmür. Yəni, bu hədislərin heç arasından biz başa düşmürük ki, Ramazan ayında səfər etmək haramdır. Başa düşülən budur ki, bəzi hallarda səfərə çıxmaq daha yaxşıdır. Bundan qeyri hallarda isə, yəni heç bir səbəb olmadan səfər etməyi isə bu hədislər qadağan etmir. Demirəm bu hədislər, yəni bu son 3 hədis mömin qardaşını yola salmaq barəsində, yaxud qarşılamaq barəsində danışan hədisləri qəsd edirəm. Yəni bu hədislərdən başa düşülən budur ki, bu hallarda səfərə çıxmaq daha yaxşıdır. Amma heç bir vəclə bu hədislərdən başa düşülmür ki, Ramazan ayında səfər etmək olmaz. Bu heç başa düşülmür. Yəni səbəbsiz yerə Ramazan ayında səfərə çıxmağı qadağan eləmir bu hədislər. Digər bir hədis isə ki, əvvəldə oxuduğumuz 2-ci hədis, bu hədisdən söhbət gedir. Ümumiyyətlə səfər etməyin caizliyini deyir Ramazan ayında. Baxın, Ramazan ayında qarşısına səfər məsələsi çıxır, bir şəxsdir, öz yaşadığı yerdədir, Ramazandan da bir neçə gün keçibdir, səfərə çıxmağında və yemək yeyib, oruç tutmamağında heç bir eyib yoxdur. Qarşısına səfər məsələsi çıxıb, İmam da buyurur ki, gedə bilər səfərə. Sırf bu hədis olsa, başqa da bir hədis olmasa, belə başa düşürük bu hədisdən ki, insanın qarşısına səfərə çıxmaqla bağlı bir məsələ çıxdıqda, səfər etməyində heç bir eyib yoxdur.
Düzdür, bu hədisin dəlalətini səbəbsiz yerə səfərə çıxmağa aid eləmək bir qədər çətin görsənə bilər. Amma ən azından hədis buna dəlalət edir ki, səbəb zəruri səbəb olmasa da səfər etməyin bir eybi yoxdur. Məsələn, bir şəxs silə rəhm eləmək istəyir, qohumlarına baş çəkmək istəyir. Halbuki bunu Ramazandan sonra da eləyə bilər. Bu halda səfərə çıxa bilər ya yox? Bu hədis dəlalət edir ki, bəli çıxa bilər. Çünki hədis deyir, səfər məsələsi meydana gəlir. Yəni sırf hədisin öz dəlalətindən danışanda görürük ki, ümumi olaraq bu hədis Ramazan ayında hər hansı bir səbəblə səfərə çıxmağa icazə verir. Və hədislərə baxmağa davam edirik. Bir daha xatırladım, dedik ki, bu mövzuda olan hədislər iki qrupa bölünür. Bir qrup hədislər zahirən qadağa mənasını bildirir, yəni Ramazan ayında səfər etmək olmaz. Digər qrup hədislər isə Ramazan ayında səfər etməyə icazə verir, icazəni bildirir. Və biz hal-hazırda həmin bu ikinci qrupda olan hədislərin mətnindən danışırıq. Sonda qeyd elədiyimiz 3 hədis barəsində danışdıq. Dedik, biz indi bu hədislərə ümumi olaraq baxırıq. Görürük ki, məsələn, bu sonda qeyd etdiyimiz 3 hədis bunu bildirir ki, Ramazan ayında bəzi hallarda hətta səfərə çıxmaq yaxşı bir şeydir, daha yaxşıdır. Məsələn, mömin qardaşını yola salarkən, mömin qardaşını qarşılayarkən. Görülük bir qrup hədis belə deyir. Yəni, Ramazan ayında səfərə çıxmaq hətta daha yaxşı bir şeydir. Müəyyən hallarda, bəzi hallarda. Sonra bu hədisdən, hal-hazırda qarşınızda olan hədislərdən görürük ki, ümumi olaraq Ramazan ayında səfər etməyə icazə verir. Yəni, qarşısına hər hansı bir səfərlə bağlı bir məsələ çıxıb, bu hədis görürük ki, səfər etməyə icazə verir. Və bəzi hədislərə isə baxırıq ki, bu ikinci qrupda oxuduğumuz birinci hədis. Və görürük ki, bəzi hallarda şəxsin səfər etməməyi daha yaxşıdır. Deməli, bəzi hallarda səfər etməyi gördük ki, daha yaxşıdır. Bəzi hallarda hər hansı bir səfər məsələsi çıxarsa, heç bir eybi yoxdur. Və bəzi hallarda görürük ki, səfər etməməsi daha yaxşıdır. Oturub oruc tutması daha yaxşıdır. Məsələn, qarşınızda olan həmin bu hədisdəki kimi. Yəni, heç bir zərurət olmasa, səfər etməkdənsə oturub evdə orucun tutması daha yaxşıdır. Necə ki, deyir, mən imamdan soruşdum, heç yerə getmək istəmir, sonra Ramazan ayı girdikdən sonra səfərə çıxmaq istəyir. İmam cavab vermədi. Mən bir neçə dəfə soruşdum, imam buyurdu, qalmağı daha üstündür, qalmağı daha yaxşıdır. Yalnız zəruri hallar istisnadır. Yəni, zəruri hallar baş verdikdə, yalnız onun elə bir ehtiyacı olarsa ki, onun üçün mütləq çıxmalıdır və ya malı üçün qorxarsa, yəni istisna hallar, zəruri hallar. Bu zəruri hallarda qalmağı daha üstündür məsələsi qüvvədən qalxacaq artıq. Bu hədis açıq-aşkar, qalmağı daha üstündür, daha fəzilətlidir deyir. Yəni, açıq-aşkar heç bir səbəb olmadan, heç bir ehtiyac olmadan səfər etməyin caiz olduğuna açıq-aşkar dəlalət edir. Çünki səfərə çıxmağa heç bir zərurət yoxdursa, hədis dəlalət edir ki, qalıb Ramazan ayında qalıb orucunu tutsa, bu daha yaxşıdır, daha üstündür. Bu dəlالət açıq-aşkardır. Bu, həmin ikinci qrup hədislərin mətni barəsində idi və birinci qrup hədislərlə ki, zahirən qadağa bildirən hədislər qrupu ilə bu hədislər qrupunu cəm etməzdən öncə bir məsələni qeyd etmək istəyirdim, mühüm bir məsələni bu hədis barəsində. İddiaçı tərəf bu hədisi Əl-Kafi kitabından oxuyanda, yəni bu səhifəni açıb oxuyanda, hədisi dinləyicilərə elə təqdim edir ki, sanki bu hədis aşkar şəkildə səfərin haramlığını bildirir. İlk öncə birinci hədisi oxuyur, burada gördüyünüz birinci hədisi, hansı ki nədir? Zahirən səfərin haram olduğunu bildirir. Daha sonra ikinci hədisə keçir, yəni bu hədisi oxuyur və gəlir bu hissəyə çatdıqda belə tərcümə edir ki, imam buyurdu, otursun, evində iqamət eləsin, səfərə çıxmasın. Baxın, bu hissəyə gəldikdə ərəbcədə fəqal, imam buyurdu, yuqim əftal. Tərcüməsi budur ki, qalsın, qalmağı daha üstündür. Yəni, qalıb oruç tutmağı əfzəldir, daha üstündür, daha fəzilətlidir. Bu şəxs də gəlir tərcümə edir. Yuqim, qalsın, səfərə çıxmasın, orucunu tutsun. Amma qalmağı daha üstündür şəklində tərcümə eləmir. İmam əleyhissalam hədisin mətnində aşkar şəkildə qeyd olunur ki, imamın buyurduğu qalmağı daha yaxşıdır. Bu kəlamdır. Yəni, səfərə çıxmamağı daha yaxşıdır. Yalnız bu hallardan başqa ki, sonraki hallarsa da, yəni istisna, zərurət hallarından başqa. Həmin hallar olmadığı təqdirdə isə heç bir zərurət olmasa, səfərə çıxmamağı daha yaxşıdır, imam buyurur. Hədisin dəlaləti əslində heç bir ehtiyac olmadan səfərə çıxmağı icazəli bilir. Amma iddiaçı tərəf isə hədisin bu hissəsini olduğu kimi tərcümə eləmir. Və imamın adından düzgün olmayan bir məna çatdırır cəmaata. Özü də mübarək Ramazan ayında. Elmi araşdırma siz buna deyirsiniz. Nəql zamanı göstərdiyiniz əmanətdarlıq səviyyəniz budur. Demək olar ki, bütün alimlər bu hədisin dəlalətinin nəss olduğunu deyir. Nəss, yəni açıq-aşkar, yəni ehtiyac olmadıqda Ramazan ayında səfər etməyin caizliyinə zahirən yox,
aşkar şəkildə dəlalət edir bu hədis. Qadağan eləyən hədislər zahirən dəlalət edir. Bu barədə sonda danışacağam, izah eləyəcəm. Amma bu hədis açıq-aşkar şəkildə dəlalət edir. Gəlin məzhəbimizin böyük alimlərindən olan Əllamə Muhammed Təqi Məclisinin bu hədis barəsində nə dediyinə baxaq və bu hədisin necə başa düşdüyünə baxaq. Deməli gəlirik bu kitaba, Ləvami Sahib Qərani, Şeyx Səduq rəhmətullahi təala aleyhin Mən la yaxduruhul fəqih kitabının şərhidir. Müəllifi Əllamə Muhammed Təqi Məclisi rəhmətullahi təala aleyh. Kitab fars dilindədir. Cüz eşşum 6-cı cild. Gəlirik bu kitabın 505-ci səhifəsinə. Bəli, bu hədis həmin o hədisdir ki, dedik hədis dəlalət edir açıq-aşkar ki, Ramazanda heç bir zərurət olmasa səfərə çıxmaq olar. İmam buyurdu, qalıb oruç tutması daha üstündür, daha yaxşıdır. Və bu hədisi Şeyx Səduq rəhmətullahi təala aleyh Mən la yaxduruhul fəqih kitabında da nəql eləyir və Əllamə Muhammed Təqi Məclisi rəhmətullahi aleyh həmin hədisi burada şərh eləyir. Deməli, ilk öncə hədisin tərcüməsini qeyd eləyir və gəlir bu hissəyə çatır ki, ravi deyir, mən soruşdum, imam sakit dayandı və mən mükərrər sualımı ikərdim və təkrar bir neçə dəfə yenə soruşdum. Pəs həzrət fərmudən ki, bemanət və besəfər nərəvət əfzəl əst. İmam əleyhissalam buyurdu ki, vətənində qalsın və səfərə getməsin, bu daha əfzəldir, daha üstündür. Gördüyünüz kimi Əllamə Muhammed Təqi Məclisi də eynən bizim dediyimiz kimi tərcümə edir burada. Məgər an ki, bu hallar istisnadır. Kari daşdı başad ki, naçar başad ura rəfdən, ya xof daşdı başad ki, əgər nərəvət, maləş tələf şəvəd. Bu hallar istisnadır ki, əgər hansısa bir məcburiyyət ola, zərurət ola ki, onu səfərə çıxmağa vadar eləyir, yaxud da qorxur hansısa bir malından tələf olmasından. Və burada hədisin tərcüməsini bitirir, daha sonra öz nəzərini deyir. Və dur niz ki, sükutu həzrət sələvatullah əleyh və deyir burada, uzaq ehtimal deyil ki, İmam əleyhissalamın sakit olması, yəni nəyə görə imam sakit dayandı, bir müddət həmin suala cavab vermədi, bir neçə dəfə sual təkrar olunsa da, yalnız bir neçə dəfədən sonra cavablandırdı. Deyir, uzaq ehtimal deyil ki, imamın sakit olması buna görədir ki, əz an cəhət başət ki, besyar əz ki, nisbət becəmi cəhalət behtər əz ki, çox vaxt bir dəstə insana nisbətdə onların hökmü bilməməyi daha yaxşıdır. Və besəbəbi cəhl be in məsəli və həmin bu məsələyə nisbət bilmədiklərinə görə xof daran ki, məbadə səfər haram başət və nə rəvənd və əs-səvabi qeyri mütənahi məhrum nəşəvənd. Ki, əgər onlar məsələni bilməsələr, bir dəstə insan məsələni bilməsə daha yaxşı olur. Məsələn, bu məsələdə, məsələni bilmədiklərində, onda qorxacaqlar, fikirləşəcəklər ki, məsələn, səfərə getmək olar ya yox, deyəcəklər ki, ola bilər haram olsun, ona görə də getməyəcəklər. Və getmədiklərinə görə də Ramazanın sonsuz savabından məhrum olmayacaqlar. Ramazan orucunun sonsuz savabından. Və çün danəstənd, amma elə ki, məsələni bildilər və səbəb olan ki, hava gərməz və məşəqqət əst, məsələni bilsələr, o ki, görəcəklər, hava istidir və çətindir oruç tutmaq, ehtası səfər mi konən. Onda səfər eləmək fikrinə düşəcəklər. Və əs-səvab məhrum mi şəvənd. Və savabdan da məhrum olacaqlar. Bu, Əllamə Muhammed Təqi Məclisinin hədis barəsində izahıdır ki, bu qədər hissəsi bizim üçün kifayət eləyir. Yəni, Muhammed Təqi Məclisi rəhmətullahi aleyh aşkar şəkildə deyir ki, hədis heç bir zərurət olmasa, hətta istilik, susuzluq səbəbi ilə orucdan boyun qaçırmaq üçün olsa da, səfər etməyin caizliyini bildirir bu hədis. Sadəcə olaraq İmam əleyhissalam ona görə sükut eləmişdi ki, məsələni bilməsələr, havanın istiliyindən, susuzluğun çətinliyindən qorxub səfərə çıxmaq ki istəyəcəklər, onda düşünəcəklər ki, ola bilsin səfərə çıxmaq haramdır və buna görə də səfərə çıxmayacaqlar və nəticədə Ramazan ayının sonsuz savabından məhrum olmayacaqlar. Amma birdən məsələni bilsələr və səfərə çıxsalar, yenə də bir eybi yoxdur. Sadəcə olaraq yenə də bu halda da qalıb oruclarını tutsalar daha yaxşıdır ki, İmam əleyhissalamın açıq-aşkar buyurduğudur. Nəticə etibarilə hədisin dəlaləti aşkardır. İddiaçı tərəf isə hədisi gətirir və elə tərcümə edir ki, qulaq asan İmam əleyhissalamın ümumiyyətlə səfər etməyi haram etdiyini başa düşür. Qulaq asan elə bilir ki, imam deyir ki, Ramazan ayında səfərə çıxmaq haramdır və iddiaçı tərəf də açıq-aşkar belə tərcümə edir ki, səfərə çıxmasın, qalsın. Halbuki tərcümə o cür deyil. İmam buyurur, səfərə çıxmamağı, qalıb oruç tutmamağı daha üstündür. Mənası isə budur ki, heç bir zərurət olmasa, çıxa da bilər. Bir günah qazanmayacaq. Amma qalmağı daha üstündür. Qədimdən ta bu günə kimi bütün alimlərimiz, fəqihlərimiz bu hədisi belə başa düşüblər. Və əksəri demək olar ki, hardasa hamısı, bütün fəqihlər bu mənaya, yəni hədisin açıq-aşkar olan bu mənasına uyğun fətva veriblər. Bəs yaxşı, Ramazan ayında zərurət olmadan səfər etmək olar deyən fəqihlərimiz, hansı ki, qədimdən bu günə kimi bütün o fəqihlərimiz, məsələn, Seyyid Sistani, Həfzəhullah və digərləri, bu qeyd etdiyimiz iki qrup hədisləri necə həll ediblər?
Yəni zahirən haramlıq bildirən hədislərin mənasını necə izah edə bilər? Son olaraq bu barədə danışaq, bunu izah eləyək. Bəzi alimlərimizin məbnalarına əsasən qadağan edən hədislər zəif olduğundan həmin hədislər hüccət olaraq qəbul edilməyib, dəlil olaraq qəbul edilməyib və səhih olan digər hədislər, hansı ki onlar Ramazan ayında səfər etməyi icazəli bilirlər ki, onları da oxuduq və əsasən də Kafidən oxuduğumuz dəlaləti aşkar olan hədis, bu hədisi qəbul ediblər ki, səhihdir və həmin hədisin məzmununa uyğun olaraq fətva veriblər ki, səfər etməsə daha yaxşıdır. Yəni səfər etsə məkruhdur, bəyənilmir, amma etsə də bir eybi yoxdur. Yəni fəqihlərin məbnasından asılı olaraq bir qrup fəqihlər bu cür həll edirlər məsələləri. Amma bir çox fəqihlər qeyd etdiyimiz kimi, çünki hədisləri də oxuyanda qeyd etdik, bəzi məbnalara görə həmin hədislərin içərisində, yəni zahirən qadağanı bildirən hədislərin içərisində mötəbər olan hədislər də var. Bu zaman isə hədislər fəqihlərimiz tərəfindən bu cür həll edilmişdir. Hədislər cəm edilmiş, hər iki qrup hədislər cəm edilmiş, yəni bütün hədislərə bir kontekst daxilində nəzər edilmişdir və qadağan edən hədislər, zahirən qadağanı bildirən hədislər məhkruh mənasına aid edilmişdir. Necə ki, söhbətimizin lap əvvəlində Əllamə Məclisi rəhmətullah təala əleyhdən bu barədə oxuduq. Çünki qadağan edən hədislərdə aşkar şəkildə haramdır deyilmir. Olmaz, xeyr, səfər etməsin, bu cür sözlər deyilir, bu cür ifadələr işlədilir. Bu cür ifadələr isə zahirən haramı bildirir, zahirən. Bu zahirən məsələsini yenə deyirəm, izah edəcəyik. Zahirən haramı bildirir. Bu isə o deməkdir ki, zahirin əksinə dəlil olmasa, bu zahir məna götürülməlidir. Yəni zahirən haramı bildirirsə, bu o deməkdir ki, böyük ehtimalla haram mənasını bildirir. Amma ehtimal var ki, bu mənanı bildirməsin. Məkruhluq mənasını da bildirsin. Bu isə o deməkdir ki, zahiri mənanın əksinə dəlil olmasa, bu zahiri məna götürülməlidir. Yəni o bəzi hədislər ki, zahirən qadağanı bildirir, haramlığı bildirir, deyir ki, bu zahirən haramlığı bildirir və əksinə bir dəlil olmadıqda haramlıq mənası götürülməlidir və bu fətva verilməlidir ki, Ramazan ayında səfərə çıxmaq haramdır. Halbuki burada zahiri mənanın əksini deyən dəlillər var və aşkar şəkildə səfər etməyin caizliyini bildirən dəlillər var. Aşkar mənanı qoyub zahiri mənanı götürmək isə elmi cəhətdən düzgün deyildir. Əksinə, aşkar məna götürülməlidir, zahiri məna isə tərk edilməlidir. O hədislərin də mənası məkruhluğa aid edilməlidir. Bunu biraz da izah eləyək, sadə dillə ki, sizlər üçün də daha aydın olsun. Məsələn, deyək ki, bir məsələ barəsində iki cür hədisimiz var. Yəni, məsələ eynidir, eyni məsələnin hökmü barəsində iki cür hədis var. Eyni məsələnin hökmü soruşulur, məsələn, imamdan. İmam bir hədisdə bir cür deyir, bir hədisdə başqa cür. Məsələn, bir hədisdə deyir ki, həmin işi etmə. Və bu etmə dedikdə burada iki ehtimal yaranır. Açıq-aşkar demir, haramdır. Biz buradan həmin dəqiqə haramı başa düşmürük. Açıq-aşkar demir, haramdır. Burada iki ehtimal yaranır və iki ehtimal nədir? Haramlıq mənası da başa düşülə bilər, məkruhluq mənası da başa düşə bilər. Çünki haramlıq və məkruhluq hər ikisi qadağadır və etmə qadağanı bildirən bir ifadədir. Sadəcə olaraq haramlıq qəti qadağadır, məkruhluq isə məsləhət görülməyən bir qadağadır. Yəni o qadağa həmin işin məsləhət görülmədiyini bildirir. Yəni bir iş məsləhət görülmürsə, onu da etmə sözündən ifadə eləyirlər. Lakin zahiri mənası haramlığı bildirir. Yəni daha çox ehtimal haramlığa veririk. Bu isə o deməkdir ki, əgər biz bu hədisin əksinə, yəni zahiri mənanın əksinə başqa bir dəlil tapa bilməsək, onda gərək haramlıq mənasını götürək. Lakin baxırıq, başqa bir hədis də var eyni mövzuda. Həmin hədisdə məsum deyir ki, edə bilərsən bu işi. Edə bilərsən, burada bir məna var. Artıq burada zahiri məna deyil, bir məna var. O da budur ki, caizlik. Yəni edə bilərsən, yəni eləyə bilərsən, icazəlidir. İcazəliyi bildirir. Yəni bu heç cür qadağanı bildirməz, mümkün deyil. Məkruhluğu bildirməz, vacibliyi bildirməz. Caizlik mənasını bildirir, edə bilərsən. Və bu cür aşkar mənaya nəs deyirlər. Yəni məna açıq aşkardır. İndi nə deməkdir? Deməli bir məsələ barəsində nəticədə əlimizdə iki dənə hədis var. Eyni məsələni bir hədisdə imam deyir etmə, başqa bir hədisdə isə deyir edə bilərsən. İlk öncə biz birinci hədisə baxanda deyirik ki, əgər bu hədisin əksinə bir dəlil yoxdursa, yəni bu hədisin əksinə dedikdə buradakı zahiri mənanın əksinə bir dəlil yoxdursa, onda biz nə etməliyik? Fətva verərkən bu haramlıq mənasını götürəcəyik. Zahiri mənanı götürəcəyik, zahiri mənada haramlığı bildirir. Gərək deyək ki, bəli, həmin işi etmək haramdır. Çünki imam etmə deyir. Düzdür, ehtimal verilən bəlkə məkruhluq mənasında etmədir. Amma buna bir dəlilim yoxdur. Buna bir dəlilim olmadığı surətdə mən zahiri mənanı götürəcəm. Zahiri mənada haramlığı bildirir. Lakin burada edə bilərsən deyən hədis də var. Eyni həmin məsələni. Bu hədisin mənası isə açıq-aşkardır. Açıq-aşkar şəkildə caizlik mənasını bildirir. Deməli, birinci hədisin, yəni zahiri mənanı bildirən hədisin əksinə dəlil oldu. Əksinə dəlil olduqda mən əsas açıq-aşkar mənanı götürürəm
Və bu hədisi isə nə cür həll edirəm? Deyirəm, bu da məkruhluğu bildirir. Niyə? Çünki məkruhluq da əslində caiz deməkdir. Məkruh yəni nə? Bir əməl məkruhdur, yəni edə bilərsən. Əgər bir əməl məkruhdursa, mənası budur ki, onu edə bilərsən. Amma etməsən yaxşıdır. Etmə, amma edə bilərsən. Nə deməkdir? Yəni etməsən yaxşıdır. Biz bu iki hədisi bu cür cəm edirik. Yəni birində etmə deyir, birində edə bilərsən. Mənası nədir? Yəni məkruh. Yəni etmə, məsləhət deyil. Amma edə də bilərsən, caizdir. Bu cür hədislər bu qayda ilə cəm edilir. Çünki birinci hədis zahiri olaraq haramlığı bildirir. Məkruhluq mənasına ehtimal olsa da, ikinci hədis isə açıq, aşkar caizlik mənasını ifadə edir. Bu hədis gəldiyinə görə, edə bilərsən hədisi gəldiyinə görə biz burada zahiri mənadan imtina edirik və deyirik məna haramlıq deyil, məkruhluqdur. İki hədisi cəm edirik. Yəni etmə və edə bilərsən hədisi nəticədə bir-birinə zid hədis olmur. Əksinə, edə bilərsən hədisi etmə hədisini izah eləyən bir hədis olur. Və qədimdən bu günə kimi bu mövzu barədə heç bir zərurət olmadan Ramazan ayında səfərə çıxmaq məkruhdur deyən fəqihlər bu qayda ilə hədisləri cəm ediblər. Eynən Şeyx Səduq rəhmətullah təala əleyh də Mən la yahzuruhul fəqih kitabında bu qayda ilə cəm edir hədisləri. Necə ki orada deyir, qadağa haram yox, məkruhluq mənasını ifadə edən qadağadır. Ki biz bunu oxuduq Şeyx Səduq rəhmətullah əleyhin kitabından. Yəni buradakı qadağa, etmə qadağası nədir? Haramlıq qadağası deyil, məkruhluq qadağasıdır. Niyə? Çünki əksini deyən açıq-aşkar hədislər var müqabilində. Və bu mövzuda fətva verən fəqihlər ki, deyirlər Ramazan ayında heç bir zərurət olmadan səfər etmək məkruhdur, həmin fəqihlər bu qayda ilə fətva verirlər. İddiaçı tərəf isə ümumiyyətlə 8 hissəlik çıxışında məsələnin bu tərəfinə toxunmur. Bu dəlilləri bəyan eləmir və caizlik fətvasını verən bütün fəqihləri cəmaatın nəzərində aşkar deməsə də, dəlilsiz söz danışan kimi təqdim edir. Buna görə də həmin 8 hissəlik çıxışların heç biri elmi səviyyədə və elmi üslubda olan bir çıxış deyil. Sadəcə insanları çaşqınlığa aparır və iddia sahibinin özünü elmi baxımdan böyük yerlərdə gördüyünü göstərir. Biz isə sadəcə olaraq təəssüf edirik. Bu cür mövzulara daxil olub belə məsələlərdə elmsizliyinizi nümayiş etdirməkdənsə, bildiyiniz və cəmaata fayda verən mövzularla məşğul olsanız, dini xidmət adına gözəl işlər görmüş olarsınız. İnsan hansısa bir mövzunu yaxşı bilməməsi bu eyib deyil, əlbəttə ki, eyib deyil. Eyib olan bu mövzunu bildiyini düşünüb, ömürlərini elmə və dinə həsr etmiş əzəmətli şəxsiyyətləri cəmaatın gözündə cılızlaşdırmağa çalışmaqdır. Eyib olan budur. Bilərəkdən ya bilməyərəkdən, bu fərq eləmir. Bilərəkdən bu iş edilir, ya bilməyərəkdən. Təsir və nəticə hər iki halda eynidir çünki. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və selamu aleykum və rəhmətullah.